Salam əziz abituriyentlər. Bugün sizlərlə ibtidai icma mövzusunun ilk hissəsinə aid olan paleolit, mezolit, neolit və eneolit dövrünə aid olan testlərin izahına baxacağıq. Elə isə vaxt itirmədən ilk sualdan başlayaq. Azərbaycanda alt paleolit dövrü öyrənilmişdir. Ümumiyyətlə test işləyəndə çalışın ki, bütün variantları analiz eləyin və bütün variantlar içərisindən ən uyğun variant hansıdırsa onu götürün. Yəni bu çox rahat sualdır. Azıq mağarasından əldə edilən tapıntılar əsasında. Kür-Araz mədəniyyəti Erkən Tunc dövrünə aiddir. Baba Dərviş Erkən Tunc dövrüdür. Qobustan mezolit dövrüdür. Kültəpə bu da Tunc dövrünə aid olan abidədir. İkinci sual, neolit dövründə yığıcılıq və ovçuluq əsas məşğuliyyət sahəsi oldu. Yığıcılıq və ovçuluq neolitdən əvvəl də əsas məşğuliyyət idi. Yadınıza salın, paleolit dövründə elə yığıcılıqla, insanlar ovçuluqla məşğul olurdu və bu təsərrüfata da biz nə deyirdik? Mənimsəmə təsərrüfatı. Verilsə ki, əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsinə çevrildi, o zaman götürərdiniz. A səhvdir. İlk əkinçilik vərdişləri bu mezolitdə meydana çıxacaq. Heyvanların əhilləşdirilməsinə başlandı mezolit dövründə. Müxtəlif sənət sahələri meydana gəldi, olar. Məsələn, duluzçuluq, daş işləmə, dəri işləmə və hətta buna biz nə deyirdik? Neolit inqilabı. Doğru cavab D variantıdır. Heyvanların uzaq məsafədən ovlanmağa başlanması bu mezolit dövrüdür. Vaxt itirməyək. Üçüncü sual. Alt və orta paleolit dövrləri üçün ümumi cəhət. Ağıllı insanın formalaşması orta paleolit dövründə ağıllı insan deyil, bilirik. Neandertal insandır. İlk əkinçilik vərdişlərinin yaranması bu sırf alt paleolit dövrünə aid. Üzr istəyirəm, əkinçilik vərdişləri deyir. Əkinçilik vərdişləri mezolit dövrüdür. İlk əkinçilik vərdişləri mezolitdir. Neandertal adlanan yeni insan tipinin mövcud olması bu birbaşa orta paleolitə aiddir. Biz elə bir şey götürməliyik ki, həm alt paleolitə aid olsun, həm də orta paleolitə aid olsun. Əmək alətlərinin daşdan hazırlanması doğru cavab budur. Yadda saxlayın ki, daş dövrünün bütün mərhələlərində paleolitdə də, mezolitdə də, neolitdə də, hətta eneolitdə də daş alətlər üstünlük təşkil edirdi və əmək alətləri də daşdan hazırlanırdı. İctimai əmək bölgüsünün baş verməsi bu Tunc dövrünə aiddir. Doğru cavab D variantı. Paleolit və mezolit dövrlərinə dair ümumi cəhət. Qəbilə icmasının yaranması. Baxın, həmişə yadda saxlayın, ibtidai icma ilə bağlı testlər işləyəndə yaranması, mövcud olması, başlanması, yəni bu kimi ifadələrə diqqət yetirin. Qəbilə icmasının yaranması. Yaranma bizi ilkin dövrə atır. Qəbilə icması hansı dövrdə yaranıb? Üst paleolit dövründə. O baxımından A səhvdir. Verilsəydi qəbilə icması mövcud idi, o zaman həm paleolit, həm də mezolitdə mövcud idi. Yəni cümlələri diqqətlə analiz edin. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsi olması. Xeyr, paleolitdə əkinçilik və maldarlıq yox idi. Heç mezolitdə də əsas məşğuliyyət deyildi. Axirət dünyasına inamın yaranması. Baxın, yenə də yaranması deyir. Yaranma hansı dövrdür? Orta paleolit. Demək, mezolitdə yaranmayıb deyə C-ni atacağıq. İstehlak təsərrüfatının mövcud olması. İstehlak nə idi? Mənimsəmə. Yəni, ovçuluq və yığıcılıqla insanlar məşğul idi. Paleolitdə də mövcud idi, mezolitdə də mövcud idi. Mezolitdə istehsala keçidin əsası qoyulur. Amma eyni zamanda istehlak da mövcud idi. Doğru cavab D variantıdır. Tayfa ittifaqlarının mövcud olması bu Tunc dövrünə aiddir. Davam edirik. 5-ci sual. Bu tipli sualları necə işləyirik? 5-ci sual kimi sualları. Baxın, bir gəlir qırıq-qırıq xətlər, düşür aşağı. Yəni, uyğunluğu buna uyğun müəyyən eləməliyik. Baxaq, ilk şəhər mərkəzlərinin yaranması düşüb neolit dövrünə birləşdirilib. İlk şəhər mərkəzləri bilirik ki, orta Tunc dövründə yaranıb. O baxımından bir səhvdir. İndi 2-yə baxaq. 2 gəlir belə, düşür aşağı. İndi baxaq, sənətkarlıq müstəqil sahəyə çevrildi. Eneolit dövrü xeyr. Sənətkarlıq 2-ci ictimai əmək bölgüsünün orta Tunc dövründə əsas məşğuliyyətə çevrilib. Yəni bunu atacağıq. 3-ə baxaq. Sənətkarlıq müstəqil sahəyə çevrildi, gəlib düşür orta Tunc dövrünə. Bunu götürəcəyik. 2-ci ictimai əmək bölgüsü ilə sənətkarlıq müstəqil sahəyə çevrildi. 4-ə baxaq. Yenə belə birləşdiririk aşağı. İlk metal əldə edildi. Erkən dəmir dövrü xeyr. Bizim ilk metalımız hansı idi? Mis idi. Mis hansı dövrdə əldə edilmişdi?
eneolit dövründə. O baxımından 4 də səhvdir. 5-ə baxaq. Əhali oturaq həyata keçdi, düşüb neolitə, bəli. 3 ilə 5 doğrudur. 4-də də hər ehtimala yoxlayaq. Oturaq həyat eneolit, xeyr. Yəni bu səhvdir. Doğru cavab 3 və 5 olacaq. Yəni elə bir variantımız B variantı. Davam edirik. 6-cı sual da elə eyni tip sualdır. Baxırıq. Toxuculuğun yaranması gəlib birləşib erkən tunç dövrünə. Yəni səhvdir. Toxuculuq hansı dövrdə yaranır? Neolit dövründə. Neandertal adamın yaranması, baxın 2, gəlir düşür, birləşdirilib orta paleolit dövrünə, doğrudur. 3-ə baxırıq. İlk metalın əldə edilməsi gəlib düşüb eneolitə, bəli, ilk metalın misi idi. 2 və 3 olacaq cavab. Digərlərini yoxlayaq. İlk metalın əldə edilməsi gəlib birləşir 4-də erkən dəmir dövrünə, xeyr, səhvdir. Dəmirdən əvvəl mis var idi. İlk deyir, ilk sözünə fikir veririk. Kür-Uraz mədəniyyətinin formalaşması, bu da erkən tunç dövrüdür. Baxaq, 4-5-də gəlir erkən dəmirə birləşir, səhvdir. 4-də də gəlir, 6-da da gəlir orta paleolitə birləşir, bu da səhvdir. Doğru cavab 2 və 3 olacaq, yəni Y variantı. 7-ci sual. Azərbaycanda neolit dövrü üçün səciyyəvi idi. Yəni bütün variantları bir-bir analiz eləməliyik. İlk əkinçilik vərdişləri mezolitdə yaranıb. Fikir verin, yaranması deyir. Metal alətdən istifadə edilməsi. İlk metal eneolitdir. Yəni neolitdən sonra yaranıb. Yəni metaldan istifadə edilməyib. Bir də diqqətli olun, daş metal deyil. Bəzən uşaqlar deyir, daş metaldır. Yox, daş metal deyil. Mənimsəmə təsərrüfatının yaranması. Baxın, mənimsəmə təsərrüfatının yaranması deyirsə, bu paleolit dövründə, alt paleolit dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi, bəli, neolit dövründə insanlar oturaq həyata keçdi. Ev heyvanlarının əhəlləşdirilməsi başa çatır. Bu eneolit dövrüdür. Ona görə Y səhvdir. 8. Üst paleolit dövrünə aiddir. Bacarıqlı insanın yaranması, bu alt paleolitdir. İnsanların süni od əldə etməyə başlanması. Süni od, diqqətli olun, orta paleolitdir. Təbii od alt paleolitdir. Süni od orta paleolitdir. Yəni burada da istifadə etməyə başlanması deyir. Başlanması bizi ilkin dövrə atır. Yəni hansı dövrdə yaranıb, hansı dövrdə istifadə edilməyə başlanması olar. Amma verilsəydi insanların süni oddan istifadə etməyi bacarırdı, insanlar süni oddan istifadə etməyi bacarırdı, onu götürə bilərdik. Yəni cümlələrin qoyuluşuna diqqət yetirməliyik. Axirət dünyasına inamın yaranması. Axirət dünyasına inam orta paleolit dövründə yaranıb, səhvdir. İnsanların qəbilədə yaşaması, bəli, üst paleolit dövründə qəbilələr yaranır və insanlar qəbilədə yaşayırdı. Oddan ilk dəfə istifadə olunması, oddan ilk dəfə istifadə alt paleolitdir. Davam edirik. Azərbaycanda mezolit dövrü üçün səciyyəvi deyil. Ox kamanının ixtira olunması bu səciyyəvidir. Biz aid olmayan tapmalıyıq. Heyvanların əhəlləşdirilməsinə başlanması. Heyvanların əhəlləşdirilməsinə mezolitdə başlayır, bəli. Aid olmayan götürmək deyə səhvdir. Tayfa ittifaqlarının yaranması bu aid deyil. Tayfa ittifaqları orta tunç dövründə yaranır. İstehsal təsərrüfatına keçidin əsası qoyuldu. İstehsal təsərrüfatına keçidin əsası qoyulur. Bu var. Biz aid olmayan tapmalıyıq. İlk əkinçilik vərdişlərinin yaranması, bəli, bu da var. Doğru cavab C-dir. 10-cu sual. Neandertal adama aiddir. İlk insan məskəninin salması. İlk insan məskənini bacarıqlı insan salıb. Alt paleolit dövründə. Ovçuluq və yığıcılıqla məşğul olması. Bəli, ovçuluq və yığıcılıqla məşğul olması. Elə bax bu aid olacaq. Yəni Neandertal adam həm ovçuluq, həm də yığıcılıqla məşğul idi. İlk dəfə heyvanlara əhəlləşdirilməsi bu mezolit dövrüdür. Ağıllı insana aiddir. Mezolit dövründə bilirik ki, ağıllı insan mövcud idi. Çünki üst paleolitdən üzü indiyə qədər ağıllı insandır. Qəbilə icması şəklində yaşaması, xeyr. Neandertal insan da artıq ulu icmada yaşayırdı. Qəbilədə ağıllı insan yaşayacaq. Çünki qəbilə üst paleolit dövrüdür. Baxın, qəbilə hansı dövrdə yaranıb? Üst paleolit. Üst paleolitdə hansı insan idi? Ağıllı insan. İlk dəfə daşdan əmək alətlərinin hazırlanması. İlk dəfə daşdan əmək alətləri hazırlanıb hansı dövrdə? Alt paleolitdə, düzdürmü? Alt paleolitdə hansı insan yaranmışdı? Bacarıqlı insan.
Bizdən hansını soruşur? Neandertalı, o baxımından Y səhvdir. Doğru cavab B variantı. Davam edirik növbəti 11-ci sualla. Neandertal adama aiddir. Neandertal adam orta paleolit dövründə yaşayıb. Ulu icma alt paleolitdə yaranıb, üst paleolitə qədər mövcud olub. Yəni orta paleolitdə də mövcud olub. Neandertal adam ulu icmada yaşaması, bəli, bu fikir doğrudur. Toxuculuqla məşğul olması. Toxuculuq yaranıb neolit dövründə. Bu ağıllı insana aiddir. Oturaq həyat sürməsi ağıllı insana aiddir. Qəbilə icmasında yaşaması. Qəbilədə yaşaması bu üst paleolit dövründə qəbilə yaranıb, o ağıllı insana aiddir. İlk daş alətlərinin hazırlanması, daşdan ilk alətlərin hazırlanması bu alt paleolit dövrü bacarıqlı insana aiddir. Yəni bu kimi testləri necə yazırıq? Bilməliyik ki, bacarıqlı insan, qısa qeyd edirəm, bacarıqlı insan alt paleolitdən mövcud olub. Yəni alt paleolitdə yaranıb. Neandertal qısa qeyd edirəm, səliqəsiz ola bilər. Orta paleolit dövründə ağıllı insan da üst paleolitdən indiki zamana qədər. Demək, məsələn, bir testə düşsə ki, bacarıqlı insana aiddir, alt paleolit dövrünə aid olanı götürürsünüz. Neandertal adama aiddir, orta paleolit dövrünə aid olanı götürürsünüz. Ağıllı insana aiddir, üst paleolitdən üzü indiyə qədər. Yəni üst paleolitdən sonra gələn belə deyək, mezolitdir, neolitdir, eneolitdir, tunç dövrüdür. Bunların hamısında baş verənlər ağıllı insana aiddir. Davam edirik. 12-ci sual. Orta daş dövrü 1 gəlir birləşir ana xaqanlığının mövcud olması. Ana xaqanlığı mezolit dövründə bəli mövcud idi. Yəni orta daş dövrü, yəni mezolit dövrü. 2 mezolit dövrü, yəni orta daş dövrü gəlir birləşir qəbilə icmasının yaranması. Qəbilə icması üst paleolit dövründə, yəni qədim daş dövründə yaranıb. Paleolit bilirsiniz də qədim daş dövrüdür. Üst paleolitdə qədim daş dövrünə aiddir. Sonra yeni daş dövrü, neolit dövrü 3 gəlir birləşir yenə ana xaqanlığının mövcud olması. Bəli, ana xaqanlığı üst paleolit dövründə mövcud idi. 3-ü də götürəcəyik. 4-ə baxırıq. Neolit dövrü qəbilə icmasının yaranması. Qəbilə icması üst paleolit dövründə yaranıb. Ona görə səhvdir. Mis daş dövrü, yəni eneolit dövrü gəlir birləşir birinci ictimai əmək bölgüsü ilə. Birinci ictimai əmək bölgüsü erkən tuncda idi deyə 5-də səhvdir. 1 və 3 doğru cavab C variantı. 13-cü sual. Yenə orta daş dövrü gəlir birləşir mikroid alətlərdən istifadə edilməyə başlanması. Bəli, yəni orta daş dövrü deyəndə öz-özü çaşdırmayın. Mezolit deməkdir. Yeni daş dövrü neolit deməkdir. Mis daş dövrü eneolit deməkdir. Orta daş dövrü yenə gəlir 2 ilə sənətkarlıq müstəqil sahəyə çevrilir. Sənətkarlıq orta tunç dövründə müstəqil sahəyə çevrilir deyə ki, səhvdir. Biz orta daş dövrünə aid olanı götürməliyik. Yeni daş dövrü, yəni neolit dövrü yazır 3-lə mikroid alətlərdən istifadə edilməyə başlanması deyir. Bu mezolitə aiddir deyə 3 səhvdir. 4-ə baxıram. Yeni daş dövrü sənətkarlıq müstəqil sahəyə çevrilir. Xeyr, bu orta tunç dövrüdür. Mis daş dövrü, yəni eneolit gəlir 5. Toxa əkinçiliyin inkişaf etməsi, bəli. 1 və 5 doğru cavab C variantı. 14. Heyvanlar uzaq məsafədən ovlanmağa başlandı. İnsanlar qida ehtiyatını daha da artırdılar. Verilənlərin hər ikisi nəticəsidir. Nəyin nəticəsidir? Ox və kamanın ixtirasının. Mezolit dövründə ox kaman ixtira olundu. Nəticədə heyvanlar uzaq məsafədən ovlandı. Nəticədə qida ehtiyatı artdı. Rahat sual idi. 15-ci sual. Toxuculuq və saxsı qablar istehsalının yarandığı dövr neolit dövrüdür. A variantı. 16-cı sual. Mis alətlərinin hazırlanmasına başlanması, təsərrüfatda əsasən daş alətlərdən istifadə edilməsi. Hər ikisinin aid olduğu dövr mis bilirik ki, eneolit dövründə yaranıb. O baxımından eneolit dövrünü götürəcəyik. Baxırıq, eneolit dövrü A variantı. 17-ci sual. İlk əkinçilik vərdişlərinin yaranması və ibtidai maldarlığın əsasının qoyulması. Hər ikisinin aid olduğu dövr mezolit dövrü, o da orta daş dövrüdür də bilirik. Y variantı.
18-ci sual. Uyğunluq pozulmuşdur. Üst paleolit dövrü ağıllı insanın yaranması doğrudur. Orta Tunc dövrü sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu da doğrudur. Orta Tunc dövrü 2-ci ictimai əmək bölgüsü, sənətkarlıq müstəqil sahəyə çevrilir. Alt paleolit dövrü insanların süni oddan istifadə etməsi. Alt paleolit dövründə təbii oddan istifadədir. Buna xüsusi diqqət yetirin. Süni od orta paleolitdir. O baxımından pozulan C variantıdır. Mezolit dövrü ibtidai maldarlıq yarandı. Bəli. Eneolit dövrü bizə məlum olan ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması, bəli. Yəni əhəlləşdirilməsi. Yəni demək olar ki, hamısı əhəlləşdirildi eneolit dövründə. Amma verilsəydi əhəlləşdirilmənin əsası qoyuldu, mezoliti götürərdik. 19. Uyğunluq gözlənilmişdir. Yığıcılıq, istehsal təsərrüfatı. Xeyr, yığıcılıq istehlakdır. İstehlak nə idi? Təbiətdən hazır şəkildə mənimsəmə. Yığıcılıq da məsələn göbələyi yaxud meyvə-tərəvəzi, yabanı bitkiləri, təbiətdən bəziləri ki, hansı ki hazır bitir, onları yığırsan. Yəni bu yığırsan da, yəni yığıcılıqdır. Məsələn, heç əkməmisən, meşədə tutalım, yabanı bitkilər bitir. Sən onları yığırsan. Bu istehlakdır. İstehsal odur ki, özün nəsə istehsal eləyirsən. Uyğunluq gözlənilmişdir. A variantı səhvdir. Kür-Oraz mədəniyyəti siflopik tikililərin yaranması. Kür-Oraz mədəniyyəti erkən Tunc dövrüdür. Siflopik tikililərin son Tunc dövrüdür. B ona görə səhvdir. Kür-Oraz mədəniyyəti şumlama zamanı qoşqu heyvanından istifadə olunması. Bu düzdür. Kür-Oraz mədəniyyəti erkən Tunc dövrüdür. Şumlama zamanı qoşqu heyvanından istifadə erkən Tunc dövrüdür. Boyalı qablar mədəniyyəti, boyalı qablar orta Tunc dövrüdür. Erkən Tunc dövrü yazıb səhvdir. Əkinçilik istehlak yox, istehsaldır. Artıq özün üçün nəsə istehsal eləyirsən. Y variantı da doğru deyil. Gözlənilən C variantıdır. 20-ci sual. Neolit dövründə köçmə maldarlıq yaranmışdır. Köçmə yaylaq maldarlığı erkən Tunc dövrüdür. İnsanlar ilk dəfə metalla tanış olur, eneolitdir. Sənətkarlıq müstəqil sahəyə çevrilir, orta Tuncdur. Toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması, yəni xışın yaranması erkən Tuncdur. Sümük və daşdan alətlər hazırlanırdı, yəni hazırlanmışdı, bəli. İndi də hazırlanır. Yəni alt paleolitdən indiyə qədər bütün dövrlərə aiddir. 21. Verilənlərin hamısı ibtidai icma cəmiyyətin hansı mərhələsinə uyğundur? Ağıllı insanın formalaşması başa çatdı, üst paleolitdir. Ana xətti ilə birləşdilər, üst paleolitdə. Qəbilə yarandı, üst paleolitdə. Y variantı. 22. Uyğunluq gözlənilmişdir. Neolit dövrü 2-ci ictimai əmək bölgüsü meydana gəldi. Ümumiyyətlə, ictimai əmək bölgüləri Tunc dövrünə aiddir. Yəni, ikinci də orta Tuncdur. Paleolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Xeyr, istehsala keçidin əsası mezolitdir. Mezolit dövründə insanlar mikrolit alətlərdən istifadə elədi. Bəli, mezolit, mikrolit, belə yadda saxlayın. Tunc dövründə ilk dəfə metaldan əmək alətləri eneolit idi. Misili ilk metal. Dəmir dövründə 1-ci ictimai əmək bölgüsü baş verdi. Xeyr, erkən Tunc dövründə baş verdi. Davam edirik. Daha əvvəl baş vermişdi. Daha əvvəl baş vermişdi deyirsə, hamısını oxuyursunuz, dövrləri qeyd edirsiniz və içlərində ən tez baş verəni götürürsünüz. İndi baxaq. Deyir, ilk şəhər mərkəzləri yarandı. Bu orta Tuncdur. Qeyd eləyək qısa, orta Tunc. Atdan minik qoşqu vasitəsi kimi istifadə olunması, bu son Tuncdur. İnsanlar toxuculuqla məşğul olurdu. Toxuculuqla məşğul olmağa artıq neolitdən başlayırıq da. O baxımından neolit qeyd eləyirəm. 1-ci ictimai əmək bölgüsü baş verdi. Erkən Tunc. Mikrolit alətlərdən istifadə, mikrolit, mezolit. Mezolit. İndi bunların içində qeyd elədim. Ən tez hansı baş verir? Ən əvvəl gələn dövr hansı dövrdür? Mezolit dövrüdür, düzdürmü? Birinci mezolit gəlir, sonra neolit, sonra eneolit, sonra Tunc dövrü. O baxımından daha əvvəl baş verən Y variantı olacaq. Yəni belə olanda qeyd edirsiniz, içlərindən daha tez baş verəni götürürsünüz. Yenə də daha əvvəl yenə də hadisələrin dövrlərini qeyd edirik, içlərindən daha tez olanı tez baş verəni götürəcəyik.
Ana xaqanlığının yaranması. Üst paleolit qeyd eləyək. Axirət dünyasına inamın yaranması orta paleolit. Qısa qeyd eləyirəm. Köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən tunc. Üzümçülük, bağçılıq sahələrinin meydana gəlməsi orta tunc. İstehsal təsərrüfatının meydana gəlməsi, istehsal təsərrüfatının belə deyək ki, meydana gəlməsi, keçidin tam başa çatması, neolitdə meydana gəlməsi, yəni əsası qoyuldu belə deyək ki, mezolitdə. İndi daha əvvəl içlərində daha tez baş verəni götürəcəyik. İçlərində ən tez baş verən orta paleolitdir. Yəni B variantı. Sonra birinci orta paleolit, sonra üst paleolit gəlir, sonra mezolit, sonra neolit, eneolit belə davam edir, sonra erkən tunc, sonra orta tunc. Doğru cavab B variantı. 25. Orta daş dövrünün əlamətlərindən biri. Orta daş dövrü, yəni mezoliti nəzərdə tutur. İlk insan məskəninin salınması bu paleolitdir. İlk əkinçilik vərdişlərinin yaranması olar. Rabitəli nitqin yaranması deyir. Baxın, yaranması sözünə fikir verin. Bu üst paleolit dövrüdür. Nəsli qəbilə icmasının dağılması. Qəbilənin dağılması, tayfanın yaranması bu erkən tunc dövrüdür. Əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi bu neolitdir. 26. Azərbaycanda ata xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ana xaqanlığı dövründə. Baxın, bu tipli testləri Dövlət İmtahan Mərkəzi test-test istifadə edir. Yəni, birindən fərqli olaraq digəri. Yəni, biz elə variant götürməliyik ki, ata xaqanlığına aid olmasın, ana xaqanlığına aid olsun. Qısacası xatırlayaq ki, ana xaqanlığı yaranıb üst paleolitdən davam edib erkən tunca qədər. Yəni, üst paleolitdən erkən tunca qədər hansı dövrlər var? Mezolit, neolit, eneolit, yəni bu dövrlərdə ana xaqanlığı mövcud idi. Ondan sonra erkən tunc dövründə ata xaqanlığı yaranır. Baxaq, insanlar kollektiv halda yaşayırdı. Ata xaqanlığı dövründə tayfalar idi. Yəni erkən tunc dövründə, ana xaqanlığı dövründə də, yəni üst paleolit dövründə qəbilədir. Tayfa da, qəbilə də hər ikisi insan kollektividir də. Yəni kollektiv nədir? İnsanların bir yerdə yaşaması. Yəni ikisində də insan kollektiv formadadır deyə A səhvdir. Biz elə bir şey götürməliyik ki, ata xaqanlığına aid olmasın, ana xaqanlığına aid olsun. Metaldan alətlər hazırlanırdı. Metaldan alətlərin hazırlanması ilk metal eneolit dövrüdür. Eneolit dövrü də belə deyək ki, ana xaqanlığı dövrünə düşür, amma ata xaqanlığı dövründə də var idi axı. Məsələn, erkən tunc dövründə tuncdan əmək alətlər hazırlanırdı. Bu hər ikisinə aiddir. Metaldan alətlərin hazırlanması həm ana, həm ata xaqanlığına aiddir. Bu bir fərq deyil. Baxın, bizdən fərq soruşur. B səhvdir. Əkinçilik və maldarlığın meydana gəlməsi. Meydana gəlməsi deyir. Bu olar. Yəni mezolit dövründə, yəni ana xaqanlığı dövründə əkinçilik və maldarlıq meydana gəldi. Ata xaqanlığı dövründə artıq mövcud idi. Yəni ata xaqanlığı dövründə bir də deyə bilmərik ki, əkinçilik və maldarlıq yarandı. O baxımından C-dir. Həm də əkinçilik və maldarlıq elə bir şeydir ki, bu bir dəfə yaranır da. Elə yaranması ana xaqanlığı dövrüdür. Ata xaqanlığında yaranması yox idi. Artıq ata xaqanlığında mövcud idi. Əhalinin sənətkarlıqla məşğul olurdu. Bu hər ikisinə aiddir. Amma verilsə ki, məsələn, sənətkarlığın yaranması, bu birbaşa ana xaqanlığına aid olardı. İnsanlar saxsı qablar hazırlayırdı hər ikisində. Doğru cavab C variantı. 27. Deyir, Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən fərqli olaraq 7-ci minillikdə. Baxırıq, 12-8-ci minilliklər hansı dövrdür? Mezolit, düzdürmü? Bəzən diqqətli olun. Dövlət İmtahan Mərkəzi bəzən dövrü verir, hadisəni soruşur. Yəni sizə konkret demir ki, məsələn, mezolit dövründə aid olan hadisəni seçin. Bax, mezolit dövrünü verir dövr olaraq. Deyir, bundan fərqli olaraq 7-ci minillik. 7-ci minillik hansı dövrdür? 7-6 neolitdir də, düzdürmü? Mezolitdən fərqli olaraq neolit. Ona görə mən həmişə uşaqlara deyirəm ki, dövrləri öyrənin. Mezolitdən fərqli olaraq neolit dövründə baş verən hadisəni seçməliyik. Qan qohumluğuna əsaslanan insanların birliyi mövcud idi. Yəni, qan qohumluğu mövcud olan insanların birliyi qəbiləni nəzərdə tutur. Qəbilə mezolitdə də mövcud idi, neolitdə də mövcud idi. Bu bir fərq deyil.
O baxımından A səhvdir. Yəni biz elə bir şey götürməliyik ki, mezolitə aid olmasın, neolitə aid olsun. Daşdan əmək alətləri hazırlanırdı. İkisində də hazırlanırdı, indi də hazırlanır. İnsanlar duluzçuluqla məşğul olurdu. Baxıram, mezolitdən fərqli olaraq neolitdə bəli, çünki mezolitdə duluzçuluq yox idi. Mezolitdən sonra gələn neolit dövründə artıq duluzçuluq yaranır. Bəli, mezolitdən fərqli olaraq neolit dövründə insanlar duluzçuluqla məşğul olurdu. Bunu deyə bilirik. Maldarlıqla maldarlıq ikisində də mövcud idi. Baxın, mövcud idi deyir. Yəni buna diqqət edin. Hazırlanırdı. Bax bu ifadələrə diqqət yetirin. Məşğul olurdu. Axirət dünyasına inam mövcud olmuşdu. Bu da ikisinə də aiddir. İkisində də axirət dünyasına inam mövcud idi. Bu da ortaq xüsusiyyət. Davam edirik. 28. Yenə də Azərbaycanda deyir 12-8-ci minilliklərdən fərqli olaraq 6-4-cü minillikdə. Yenə də 12-8 hansı idi? Hansı dövr idi? Mezolit. İndi 6-4 bu səfər eneolitdir. İndi deyir ki, mezolit qısacası bizə demək istəyir ki, mezolitdən fərqli olaraq eneolit dövründə. Yəni mezolitə aid olmasın, eneolitə aid olsun. Əhali toxuculuqla məşğul olurdu. Mezolitdə toxuculuq yox idi. Çünki toxuculuq belə deyək də belə deyək. Toxuculuq çünki neolit dövründə meydana gəlir. Mezolitdə bu yox idi. Mezolitdən sonra yaranır. Eneolitdə əhali toxuculuqla məşğul olurdu. Elə A variantı doğrudur. Yəni mezolitdə yox idi, eneolitdə var toxuculuq. Çünki mezolitdə yox idi. Mezolitdən sonra neolit gəlir. Neolitdə yaranır toxuculuq. Eneolitdə də var idi. Daş alətlər təsərrüfatda üstün yer tuturdu. İkisində də bu bir fərq deyil. Sümükdən alətlər hazırlanırdı. İkisində də ana xaqanlığı mövcud idi. İkisində də, çünki üst paleolitdən erkən tunca qədər arada bütün dövrlərdə ana xaqanlığı mövcuddur. Axirət dünyasına inam mövcud idi. Axirət dünyasına inam indi də mövcuddur. Orta paleolitdən yaranmışdı. Bu dövrlərdə də mövcud idi. Yəni ibtidai icma ilə bağlı testlər işləyəndə bir şeyə diqqət yetirin. Məsələn, deyir ana xaqanlığı mövcud idi. Ana xaqanlığı yaranıb üst paleolitdə, düzdürmü? Hansı dövrə qədər? Erkən tunc dövrünə qədər. Qısa qeyd edeyim, erkən tunca qədər. İndi üst paleolitdən erkən tunca qədər arada hansı dövrlər var? Üst paleolit bitdi, gəldi mezolit, sonra neolit, sonra eneolit, düzdürmü? Bu üç dövr var da. Bu üç dövrün üçündə də belə deyək ki, ana xaqanlığı mövcud idi. Və bir düz erkən tunc dövrünə qədər. Yəni buna diqqət yetirin. Davam edirik. 29. Uyğunluq gözlənilmişdi. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdı üst paleolit dövründə. Onlar elə gözlənilən A variantıdır. İlk şəhər mərkəzləri eneolit deyil, orta tuncdur. İnsanlar süni od əldə eləməyi deyir. Neolit, yadda saxlayın, təbii od alt paleolitdir, süni od orta paleolitdir. Ardıcıldır. Bir şeyin birinci təbiisi olur, sonra süynisi yaranır da. Bu məntiqi də yadda saxlayın. Daşların deşilməsi və cilalanması mezolit yazıb, xeyr, neolitdir. İlk metal orta daş dövrü deyil, ilk metal eneolitdir. 30-cu sual. Neandertal adam üçün səciyyəvi deyil. Ovçuluq və yığıcılıqla məşğul olması. Ovçuluq və yığıcılıqla məşğul olurdu. Yəni Neandertal insan orta paleolit dövründə yaranıb, yığıcılıq və ovçuluqla məşğul olması aiddir. Biz aid olmayan götürməliyik. İbtidai maldarlığın əsasının qoyulması. Bu mezolit dövrüdür. Bu da elə aid olmayan B variantıdır. Mezolit dövründə bilirsiniz ki, ağıllı insan mövcud idi. Çünki üst paleolitdən üzü bu yana ağıllı insandır. Təbiətdə hazır məhsulların mənimsənilməsi aiddir. Orta paleolitdə yaranması aiddir. Təbii oddan istifadə elə orta paleolit dövründə yaranır. Neandertal adama aiddir. Doğru cavab B variantı. 31-ci sual. Neandertal adam üçün səciyyəvi deyil. Ovçuluqla məşğul olması səciyyəvidir. Daşdan əmək alətlərinin hazırlanması, bu da səciyyəvidir. Mənimsəmə təsərrüfatı ilə məşğul olması, bu da səciyyəvidir. Əkinçilik vərdişlərinə yiyələnməsi. Baxın, bu səciyyəvi deyil. Əkinçilik vərdişlərinə yiyələnməsi bu birbaşa ağıllı insana aiddir. Çünki ağıllı insan üst paleolit dövründə yaranıb, indiyə qədər təkmilləşə gəlib,
Əkinçilik vərdişləri də mezolit dövrünə aiddir, yəni üst paleolitdən sonraya aiddir və bu birbaşa ağıllı insana aiddir. Ulu icmada yaşaması Neandertal adam orta paleolit dövründə ulu icmada yaşayıb. Doğru cavab D variantı olacaq. Davam edirik. 32-ci sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən etməliyik. Bacarıqlı insan və ağıllı insan. Ümumiyyətlə bir şeyi yadda saxlamalıyıq ki, bacarıqlı insan alt paleolit dövründə yaranıb. Alt paleolit dövrünə aid olan xüsusiyyətləri bacarıqlı insana yaza bilirik. Neandertal insan orta paleolit dövründə yaşayıb, yaranıb və orta paleolit dövrünə aid olanları Neandertal insan üçün yazırıq. Ağıllı insanda üst paleolitdən axıra qədər, yəni üst paleolitdən sonra mezolit, neolit, eneolit, tunç dövrü və tunç dövrünün mərhələləri, bunların hamısı ağıllı insana aiddir. Yəni çünki ağıllı insan onlarda mövcud olub, ağıllı insana aid olan xüsusiyyətləri də o vaxtlar qeyd edirik. Başlayaq. Ulu icmada yaşaması bu bacarıqlı insana aiddir. Daş, sümük və ağacdan əmək alətlərindən istifadə etmişdi. Bu hər ikisinə aiddir. Yəni istifadə etmişdi ifadəsinə fikir verin. Hər ikisi istifadə edib. Ox və kamanı ixtira etmişdi. Mezolit dövrüdə ox kamanı ixtirası, onda da ağıllı insan idi. İlk dəfə təbii oddan istifadə. Təbii od alt paleolit dövrüdür, bacarıqlı insana aiddir. Qəbilə icmasında yaşaması, bu da ağıllı insana aiddir. Doğru cavab 1A D, 2C Y, 3B. Yəni Y variantı olacaq. 33-cü sual. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumun yerə düşüb cücərdiyini, böyüdüyünü müşahidə elədilər. Onlar ağacla, sümüklə və ya sivri daşla torpağı yumşaldıb, ehtiyat saxladıqları yabani bitki toxumlarının bir hissəsini bastırdılar. Verilən prosesin nəticəsində ibtidai əkinçilik yarandı. Doğru cavab A variantıdır. Yəni fikir versəz, burada əkinçilikdən danışır mətndə, demək söhbət ibtidai əkinçiliyin yaranmasından gedir. Digər variantlar səhvdir. Niyə? Çünki ibtidai maldarlıq xeyr, mətndə maldarlıqdan söhbət getmir. Düzdür, maldarlıq mezolit dövründə yaranıb. Heyvanların əhəlləşdirilməsindən də mətndə söhbət getmir. Sırf biz mətni əsasən götürməliyik. İctimai əmək bölgüləri tunç dövrüdür. Əkinçilik maldarlıqdan ayrıldı. Birinci ictimai əmək bölgüsü ilə, o da tunç dövrünə aiddir. 34-cü sual. Mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumun yerə düşüb cücərdiyini, böyüdüyünü müşahidə elədi. Ağac, sümük və sivri daşla torpağı yumşaldıb, ehtiyat saxladığı yabani bitkilərin toxumlarının bir hissəsini bastırır, yenidən məhsul alırdılar. Verilən bu prosesin nəticəsində deyə bilərik ki, istehsal təsərrüfatının əsası qoyuldu. Doğru cavab A variantıdır. Niyə bunu götürəcəyik? Çünki artıq insanlar özü üçün nəsə istehsal edir. Əkinçilik nədir? Özü üçün nəsə qida istehsal edir. Bu baxımından biz A variantını doğru cavab kimi götürəcəyik. Digər variantlar səhvdir. Ovçuluq və yığıcılıq lap əvvəldən paleolit dövründə var idi. İbtidai maldarlıq mezolit dövründə yaransa da mətndə maldarlıqdan söhbət getmir. Sənətkarlığın yaranması bu sonrakı dövrdür, artıq neolit dövrüdür. Xış əkinçiliyinin əsasının qoyulması xış əkinçiliyi erkən tunç dövrünə aiddir. Davam edirik. 35-ci sual. Bacarıqlı, neandertal və ağıllı insan. Kollektiv formada yaşaması. Bu hər birinə aiddir. Ümumiyyətlə kollektiv deyəndə insan birliyi, yəni bütün insanlar insan ümumiyyətlə kollektivdə yaşayır. Məsələn, ulu icma insanların birliyidir. Yəni insan birliyi kollektiv nəzərdə tutulur. Sonra qəbilə icması, bu da kollektivdir. Tayfa da kollektivdir, yəni insanlar bir yaşayır orada. İlk yaşayış məskənini salması bu bacarıqlı insana aiddir. Orta paleolit dövründə meydana gələn neandertal adamdır. Daşları cilalamağı bacarırdı deyir. Neolit dövründə öyrənir. Neolit dövründə ağıllı insan bunu bacarır. Çünki neolit dövründə ağıllı insan idi. Ox kamanı ixtira edəndə ağıllı insan idi, mezolit dövrüdür. Doğru cavab 1B, 2C, 3D, 4A. Yəni Y variantı olacaq. 36-cı sual. Eradan əvvəl 12-8-ci minilləri əhatə edən bu dövrdə heyvanlar uzaq məsafədən ovlanmağa başlandı. İbtidai maldarlıq və əkinçiliyin əsası qoyuldu. Haqqında bəhs olunan dövrdən fərqli olaraq insanlar, yəni mətndə hansı dövrdən bəhs olunur? Mətndə mezolitdən bəhs olunur, düzdürmü? Bax, Dövlət İmtahan Mərkəzi bu taktikadan istifadə edir. Yəni mətndən siz nəticə çıxarsınız, elə bir tapmaca verir. O tapmacanın cavabı mezolitdir. İndi demək istəyir ki, mezolit dövründən fərqli olaraq insanlar, indi cümləni tamamlayaq. Eneolitdə əkinçiliklə tanış oldular.
Elə deyə bilərik, deyə bilmərik. Çünki elə mezolitdə tanış olub da əkinçiliklə. Ona görə səhvdir. İndi mezolitdən fərqli olaraq insanlar neolitdə ilk sənət sahələrlə tanış oldular və bu olar. Neolit dövründə sənətkarlığın yeni sahələri meydana gəldi. Baxaq. Mezolitdən fərqli olaraq üst paleolitdə qəbilədə yaşayırdılar. Mezolitdə də qəbilədə yaşayırdılar. Bu fərq deyil. Mezolitdən fərqli olaraq insanlar Erkən Tunc dövründə istehsal təsərrüfatı ilə tanış oldular, elə mezolitdə tanış oldular. Səhvdir. Orta paleolit dövründə ovçuluqla məşğul olurdular, elə mezolitdə də ovçuluqla məşğul olurdular. Baxın, fərqi deyir. Bu da səhvdir. 37-ci sual. Mezolit dövründə başlayan hansı proses eneolit dövründə başa çatmışdı? Heyvanların əhilləşdirilməsi. Əgər bizdən deyilsə ki, mezolit dövründə başlayan hansı proses neolit dövründə başa çatmışdı? İstehsal təsərrüfatına keçidin başa çatması. Yəni bunu götürə bilərdik. 38. Neolit dövründə qəbilənin həyatında baş verən dəyişikliklər deyil. Saxsı qabların hazırlanması var. İnsanların toxuculuqla məşğul olması var. Əhalinin oturaq həyata keçməsi, bu da var. Metaldan əşyaların hazırlanması, bu yoxdur. Metaldan hazırlanan eneolit dövründə misdir. Y variantı neolitə aid deyil. 39. Ana xaqanlığı dövrünə aid olmayan əlamət. Ana xaqanlığı bilirik ki, üst paleolitdən erkən tunca qədər mövcud olub. Yəni üst paleolit, mezolit, neolit, eneolit. Yəni bu 4 dövrdə baş verən hadisələri çıxacağıq, çünki ana xaqanlığı mövcud idi. Əvvəl və ya sonra aid olanları götürəcəyik. Heyvanlardan qoşqu vasitəsi kimi istifadə etməyə başlaması bu erkən tuncda. Elə baxın, bu olmayacaq. Çünki erkən tuncda artıq ata xaqanlığı idi. Səsli nitqin yaranması üst paleolit ana xaqanlığıdır. Oxçaman mezolit ana xaqanlığıdır. İbtidai maldarlıq mezolit ana xaqanlığıdır. Əhilləşdirilmənin başlanması mezolit ana xaqanlığıdır. 40. Ana xaqanlığı dövrünə aid olmayan əlamət. Yəni yenə də üst paleolitdən erkən tunca qədər olan hadisələr ana xaqanlığıdır. Sonrakı hadisələr isə aid deyil. İnsanlar qan qohumluğu əsasında birləşirdi. Qan qohumluğu əsasında birləşmə bu qəbilədə üst paleolit dövründə ana xaqanlığı var idi. Yəni aid olmayanı götürməliyik, bu var. Heyvanlara inamın meydana gəlməsi. Heyvanlara inam deyəndə baxın, ata sitayiş bu artıq Tunc dövrünün sonudur. Bu da ata xaqanlığı dövrünə düşür deyə biz B-ni götürəcəyik. Aid olmayan əlamət B-dir. Ox kamanı ixtirası mezolit dövründə ana xaqanlığı idi. Toxa əkinçiliyi eneolit idi, ana xaqanlığıdır. Misdən alətlər eneolit dövrüdür, ana xaqanlığıdır. 41. Orta daş dövründə qəbilənin həyatında baş verən dəyişikliklərdən biri. Orta daş deyəndə mezolit nəzərdə tutulur. Yəni qarışdırmayın. Səsli nitq üst paleolit dövründə meydana gəlib. Çox kiçik mikrolit alətlər. Mikrolit, mezolit. Belə yadda saxlayın, bu aiddir. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməyə başlanması deyir. Başlanması üst paleolit dövrüdür, amma verilsəydi ana xətti ilə qohumluq əsasında birləşmişdi, bu mezolitə aid olardı. Yəni cümlənin qoyuluşuna fikir verməliyik. Misdən ilk dəfə əmək alətlərinin hazırlanmağa başlanması deyir. Bu eneolit dövrüdür. Ana xaqanlığının, ata xaqanlığının yaranması bu erkən tuncdur. Aid deyil. Azərbaycanda yeni daş dövründə qəbilə icmasının həyatında yeni əlamətlərdən biri. Yəni yeni daş dövrü neolitdir də, düzdürmü? Neos sözündən gəlir. İndi neolit dövründə görək qəbilənin həyatında hansı dəyişikliklər olub? Axirət dünyasına inam meydana gəldi. Bu orta paleolitdir, ana atasız. Əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsinə çevrildi, olar. Yəni neolit dövründə mezolitdə yaranmışdı əvvəl. İbtidai formadaydı, ilkin formadaydı əkinçilik və maldarlıq. Neolitdə artıq əsas məşğuliyyət olacaq. Ana xaqanlığı dövrünün başa çatması erkən tunc idi. İctimai həyatda qadınların aparıcı rol oynamağa başlanması deyir uşaqlar. Başlanması deyirsə, bu bizi üst paleolit dövrünə atacaq. Yəni üst paleolit dövründə artıq qadınların cəmiyyətdə rolu ilkin olaraq böyük olmağa başlayır. Yəni amma verilsə ki, ictimai həyatda qadınların aparıcı rolu qalmaqdaydı, cavab kimi götürə bilərdik. Xış əkinçiliyinin yaranması, xış əkinçiliyi bu birbaşa erkən tunc dövrüdür, bunu da atacağıq.
43. Azərbaycanda neolit dövründə qəbilə icmasında yeni əlamətlərdən biri. Daş alətlərin misi ilə əvəz olunması bu eneolit dövrüdür, neolit deyil. Heyvanların əhilləşdirilməsinə başlanması mezolit idi, neolitə aid deyil. Baxın, yenə də başlanması deyir. Toxuculuğun yaranması, bəli, neolit dövründə toxuculuq yaranır. Təsərrüfatda köçmə yaylaq maldarlığı erkən tuncdur. Kurqanlar meydana gəlir, bu da erkən tunc dövrüdür. 44. Alt paleolit və mezolit dövrünə dair oxşar xüsusiyyət. İlk insan məskəninin yaranması bu alt paleolitdə, A-nı atacağıq. Biz elə şey götürməliyik ki, həm alt paleolit, həm də mezolitə aid olsun. İnsanların ulu icma adlanan kollektivdə yaşaması. Ulu icma mezolitdə yox idi. Mezolitdə artıq qəbilə idi, çünki üst paleolitdə dəyişmişdi. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməsi alt paleolit dövründə, yəni qəbilədə, burada qəbilədən danışılır. Yəni ana xətti ilə birləşmə. Alt paleolit dövründə qəbilə yox idi. Qəbilə üst paleolitdə yaranıb deyə bu da oxşar deyil. Çaxmaq daşından alətlərin hazırlanması, bəli, bu ikisində də var. İnsanların sənətkarlıqla məşğul olması bu heç birinə aid deyil. Neolitə aiddir. 45. Daş dövrü. Paleolit və eneolit. Baxın, paleolit deyirsə, paleolitin bütün mərhələləri alt, orta, alt paleolit, orta paleolit və üst paleolit hamısını götürəsiniz. Ulu icmanın yaranması, bəli, alt paleolitdə götürəcəyik. Kür-Araz mədəniyyəti erkən tuncda atacağıq. Əmək alətlərinin daşdan hazırlanması, bəli, ümumiyyətlə paleolit daş dövrünün mərhələsidir. Qədim daş dövrüdür. Eneolit, mis alətlərinin hazırlanması, bəli, var. Ana xaqanlığının mövcud olması. Ana xaqanlığı, bəli, eneolit dövründə mövcud idi. Toxuculuğun yaranması deyir. Baxın, yaranması ifadəsinə fikir veririk. Bu, toxuculuğun yaranması eneolit dövrü deyil, neolit dövrüdür. Verilsə ki, toxuculuq mövcud idi, onu götürərdik. Və yaxud insanlar toxuculuqla məşğul olurdu, götürərdik. Yaranması, başlanması, bu ifadələrə fikir verin. 1AC, 2AB, yəni Y variantı. 46. Neolit və eneolit dövrünün ümumi cəhətini mezolit dövründən fərqləndirən xüsusiyyət. Yəni, biz elə bir şey götürməliyik ki, neolit və eneolitə aid olsun və bu xüsusiyyətlər onu mezolitdən fərqləndirsin. Və bu kimi testləri belə işləyirik. Birinci testi 2 yerə bölürük. Birinci hissə və ikinci hissə. Birinci hissəni birinci yoxlayaq. Neolit və eneolit dövrünə dair ümumi cəhət olmalıdır, oxşar olmalıdır. Və həmin oxşarlıq mezolitə, həmin xüsusiyyət mezolitdə olmamalıdır. Baxaq, ox kamandan istifadə. Neolit və eneolitdə var idi də ox kamandan istifadə. Və mezolitdən də onu fərqləndirirdimi? Xeyr, mezolitdə də var idi. Yəni, neolitdə də, eneolitdə də, mezolitdə də ox kaman var idi deyə bu bir fərq deyil deyə biri atacağıq. Dulusçuluğun mövcud olması. Dulusçuluq neolit və eneolitdə var idi. Çünki neolitdə yarandı, eneolitdə də mövcud idi. Amma mezolitdə dulusçuluq yox idi. Yəni, bu xüsusiyyət neolit və eneolitə aid olsa da bunu mezolitdən fərqləndirir. Çünki dulusçuluq neolitdə yaranıb. Mezolit ondan əvvəl idi. Yəni, bu bir fərqdir. Əhalinin əkinçiliklə məşğul olması, əkinçiliklə neolit və eneolitdə də var, mezolitdə də elə əkinçilik yaranıb deyə üçü üçün də oxşardır, atacağıq. Mikrolit alətlərdən istifadə edilməsi, mikrolit alətlərdən neolit və eneolitdə də var, mezolitdə də var deyə üçü üçün də oxşardır deyə atacağıq. Yalnız 2 A variantı doğru cavabdır. 47. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən eləyək. Qəbilənin mövcud olması və hər üçündə də qəbilə var idi. Üzr istəyirəm. Yox, düz dedik. Çünki paleolitdə, üst paleolit dövründə qəbilə var idi də. Yəni, qəbilənin mövcud olması deyir. Bacarıqlı insanın yaranması. Bu paleolitə aiddir. İstehsal təsərrüfatının əsası qoyulur mezolitdə. Saxsı qab istehsalının yaranması. Yəni, dulusçuluqda gildən saxsı qabların hazırlanması neolit dövrüdür. Yuxarıdakı testdə dedik. Heyvanların əhilləşdirilməsi mezolitdə də var. Mezolitdən başlayır, neolitdə də var. Eneolitdə başa çatır artıq. 5-ə də Y. Demək, 1C, 2B, 3D, 4A, 5Y. Yəni, doğru cavab Y variantı. 48. Ağıllı insan, azıq adamı və neandertal insan. Azıq adamı deyəndə bacarıqlı insana aid olan xüsusiyyətləri yaza bilərsiniz. Ulu icmada yaşaması, bu azıq adamı, yəni bacarıqlı adam və neandertal adama aiddir. Çünki
Artıq ağıllı adam qəbilədə yaşayacaq. Yəni ulu icma üst paleolitdə dağılır və ağıllı insan yaranır. Qəbiləyə formalaşır. Ovçuluqla məşğul olması hamısına. Yəni insan indi də bəzən yəni bəzi yerlərdə də qalır, ovçuluqla məşğul olurlar. Orta paleolit dövründə yaranması. Neandertal adama aiddir. Metal işləmənin əsası qoyulur. Metal işləmənin əsası erkən tunç dövründə qoyulur. Onda da ağıllı insan idi. Quruçay mədəniyyətini yaradır Azıq mağarasında yaşayan Azıq adam. Doğru cavab 1D, 2Y, 3C, 4B, 5A. Yəni Y variantı. Davam edirik. Orta paleoliti alt paleolitdən fərqləndirən hansı xüsusiyyətlər üst paleolit üçün xarakterikdir? Baxaq. Deyir ki, orta paleoliti alt paleolitdən fərqləndirsin. Yəni birinci biz bunu yoxlamalıyıq. Yenə də birinci hissə və ikinci hissə olmaqla bölək. Baxaq. Süni oddan istifadə orta paleoliti alt paleolitdən fərqləndirirmi? Bəli. Yəni süni od orta paleolitdə yaranıb, alt paleolitdə yox idi. Demək, süni odun istifadə edilməsi orta paleoliti alt paleolitdən fərqləndirdi. Və üst paleolit üçün də xarakterikdir? Bəli. Yəni süni oddan istifadə alt paleolitdə yoxdur, orta paleolitdə var, sonra da üst paleolitdə də var. Yəni orta paleoliti alt paleolitdən fərqləndirir və üst paleolit üçün də xarakterikdir. Süni oddan istifadə. Heyvanların əhəlləşdirilməsi. Birinci hissəni yenə yoxlayaq. Orta paleoliti alt paleolitdən fərqləndirirmi? Xeyr. Orta paleoliti alt paleolitdən fərqləndirmir. O baxımından 2 səhvdir. Çünki əhəlləşdirilmə mezolitdə başlayıb. Yığıcılığın mövcud olması. Orta paleoliti alt paleolit dövründən fərqləndirmir. Biz elə şey götürməliyik ki, onu fərqləndirsin. Yəni birinci orta paleolitə aid olsun, alta aid olmasın. Sonra həmin xüsusiyyət üst paleolitə də aid olsun. 3 də səhvdir, çünki oxşardır. Təbii oddan istifadə. Bu da fərqləndirmir, çünki ikisində də var idi. 5-ə baxaq. Yoxdur. Cavab yalnız 1. Yəni yalnız 1-i götürdük. Süni oddan istifadənin olmağı. Yəni Y variantı. Davam edirik. 50-ci sual. Ana xaqanlığı dövrünü ulu icma dövründən fərqləndirmir. Qohumluğa əsaslanan insan kollektivinin mövcud olması. Qohumluğa əsaslanan insan kollektivinin mövcud olması Qohumluğa əsaslanan insan kollektivinin mövcud olması. Qohumluğa əsaslanan insan kollektivinin mövcud olması ana xaqanlığı dövrünə aiddir və bunu ulu icmadan fərqləndirir. Çünki ulu icmada qan qohumluğu yox idi. Amma ana xaqanlığında qəbilə mövcud idi və burada qan qohumluğu var idi. Bu fərqləndirir. Biz elə şey götürməliyik ki, fərqləndirməsin. Ona görə biri siləcəyik. Sənətkarlığın yaranması. Ana xaqanlığı dövründə yaranır, ulu icmada sənətkarlıq yox idi. Bu da ana xaqanlığını ulu icmadan fərqləndirir. Biz elə şey götürməliyik ki, fərqləndirməsin. Yəni testləri oxuyanda məntiqini düzgün anlamaq lazımdır. Əslində o qədər də çətin deyil. İnsanların istehsal təsərrüfatı ilə məşğul olması. Ana xaqanlığında istehsal təsərrüfatı var idi, amma ulu icmada yox idi. Ulu icmada yox idi deyə bu da fərqləndirir. Bunu da atacağıq. İstehlak təsərrüfatının mövcud olması hər ikisində var idi. Bu artıq fərqləndirmir. Çünki ikisi üçün də oxşardır. Doğru cavab yalnız 4, B variantı. Verilən hər iki dövrün ümumi cəhətlərini müəyyən edin. Qədim daş dövrünün ortaları, daş dövründən metal dövrünə keçid dövrü. Daş dövründən metal dövrünə keçid dövrü eneolit. Qədim daş dövrünün ortaları deyəndə orta paleolit. Yəni qədim daş dövrünün, yəni paleolitin ortaları deyir də. Yəni qədim daş deyəndə paleolit nəzərdə tutulur. Paleolitin ortaları. Yəni orta paleolit, daş dövründən metal dövrünə keçid eneolit. Yəni orta paleolit və eneolit dövrünə aid ümumi cəhətləri müəyyən etməliyik. Çaxmaq daşı və vulkanik şüşədən alətlər hazırlanırdı, bəli. Yəni orta paleolitdə də, eneolitdə də çaxmaq daşından və vulkanik şüşədən alətlər hazırlanırdı.
İnsanlar təbii və süni oddan istifadə edirdilər, bəli. Yəni orta paleolitdə artıq təbii od öyrəndilər. Üzr istəyirəm, süni od öyrəndilər. Alt paleolit dövründə də təbii od öyrəndilər. Demək, paleolitdən üzü bu yana insanlar həm süni, həm də təbii oddan istifadə edir. Yəni orta paleolitdən bu yana. Bu da hər ikisinə aiddir deyə beyndə götürəcəyik. Misdən alətlər hazırlanır da. Bu birbaşa eneolitə aiddir. Orta paleolitə aid deyil deyə C-ni atacağıq. Axirət dünyasına inam mövcud idi, bəli. Orta paleolitdə yaranır, indi də mövcuddur. İnsanın maldarlıqla məşğul olması bu eneolitə aiddir. Yəni orta paleolitə aid deyil. Doğru cavab A, B, D. Yəni D variantı. 52. Yenə bacarıqlı və ağıllı insanı müqayisə eləməliyik. Özünüz görürsünüz ki, testlərin əksər hissəsi, yəni bu mövzuya aid olan testlərin bacarıqlı və ağıllı Neandertal insanı fərqləndirməyə yönəlikdir. Demək, biz nəyi öyrənməliyik? Bacarıqlı, ağıllı və Neandertal insana aid olan xüsusiyyətləri. Alt paleolit dövründə yaşamışdı bacarıqlı insan. Rabitəli nitqə malik deyildi. Bu da bacarıqlı insan, çünki ağıllı insan artıq danışa bilirdi. Oddan istifadə etməyi bacarırdı hər ikisi. Ağıllı insan da təbii oddan, eyni zamanda süni oddan istifadə etməyi bacarırdı. Heyvanların əhəlləşdirilməyə başlanması mezolitdir. Mezolitdə də ağıllı insan mövcud idi, çünki üst paleolitdən üzü axıra qədər ağıllı insandır. Toxuculuq və dulusçuluqla məşğul olması bu da ağıllı insana aiddir. 1AB, 2DY, 3C, yəni doğru cavab D variantı. Davam edirik. 53-cü sual. Azərbaycanda neolit dövrü üçün səciyyəvidir. İstehsal təsərrüfatına keçidin əsası qoyulur, bu mezolitdir. Əhali oturaq həyata keçir, olar. İlkin əkinçilik vərdişlərinin yaranması mezolitdir, atırıq. Saxsı qabların hazırlanması neolitdir, olar. 2 və 4. 4 dənə olanlarda yadda saxlayın ki, 99% 2-dən cavab olur. Yəni bəzən fərqli də ola bilər, amma əsasən 2-dən cavab olur. Ox və kamanın ixtira edilməsinin insanların həyatında əhəmiyyəti. Heyvanların daha uzaq məsafədən ovlaya bilmələri, bəli. Oddan istifadə edilməsinə imkan yaratdı, xeyr. Qida ehtiyatı artdı, bəli. Əkinçilik əsas peşəyə çevrildi, xeyr. Yəni bu da yox. Maldarlığı götürə bilərik ki, maldarlığın inkişafına təkan verdi. 1 və 3. 55. Azərbaycanda mezolit dövrünü üst paleolit dövründən fərqləndirir. Yəni elə bir xüsusiyyət götürməliyik ki, mezolitə aid olsun, üst paleolitə aid olmasın. Ulu icmadan qəbiləyə keçidin başa çatması. Olar. Yəni mezolit dövrünü üst paleolit dövründən fərqləndirirdi. Yox, götürə bilmərik. Çünki ulu icmadan qəbilə icmasına keçid bu üst paleolitə aiddir. Üst paleoliti mezolitdən fərqləndirir. Yəni biz elə bir şey götürməliyik ki, mezolitə aid olsun, üst paleolitə aid olmasın. Bu ulu icmadan qəbilə icmasına keçidin başa çatması birbaşa üst paleolitə aiddir. Yəni cümlənin məntiqini dərk etmək lazımdır ki, mezoliti üst paleolitdən fərqləndirsin. Üst paleoliti mezolitdən fərqləndirməsin. Mezoliti üst paleolitdən fərqləndirsin. Yəni ulu icmadan qəbiləyə keçidin başa çatmasını biz mezolitə yaza bilmərik. İbtidai maldarlığın əsası qoyuldu, bəli. Mezoliti fərqləndirir üst paleolitdən. Ana xaqanlığının meydana gəlməsi, bu birbaşa üst paleolitə aiddir deyə götürmürük. Ox kamanının ixtirası, bəli, bu mezolitə aiddir, onu üst paleolitdən fərqləndirir. Yəni belə testlər işləyəndə öz-özünüzə cümləni oxuyun və məntiqini dərk edin. Azərbaycanda eneolit dövrünü paleolitdən fərqləndirir. İndi biz hansı dövrə aid olan xüsusiyyəti tapmalıyıq? Eneolitə, çünki eneoliti fərqləndirir. Eneolit dövrünü paleolitdən fərqləndirir. Mis alətlərdən istifadə, bəli, paleolitdə yoxdur, eneolitdə var. Təsərrüfatda daş alətlərinin üstünlüyü təşkil etməsi, bu hər ikisinə aiddir, fərqləndirmir. İstehsal təsərrüfatının cəmiyyətin həyatında mühüm rol oynaması. İstehsal təsərrüfatı, bəli, eneoliti paleolitdən fərqləndirir. Çünki istehsal təsərrüfatına keçid neolitdə başa çatır, eneolitdə əsas rol oynayırdı istehsal təsərrüfatı. Axirət dünyasına inamın mövcud olması, bu da hər ikisinə aiddir deyə bunu da götürməyəcəyik. 1 və 4, 1 və 3. 1 və 3 olacaq. 57. Yeni daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Yeni daş dövrü deyəndə hansı dövr nəzərdə tutulur? Neolit dövrü. İndi neolitə aid olan xüsusiyyətləri götürməliyik. Daş alətlərin deşilməsi və cilalanması.
Bəli, insanlar daşları deşməyi və cilalamaq öyrəndi. Heyvanların əhəlləşdirilməsinə başlanması, əhəlləşməyə başlayır mezolitdə, neolitə aid deyil. Quruçay mədəniyyəti, alt paleolitdir, siləcəyik. Xış əkinçiliyi erkən tuncdur, siləcəyik. İlk sənət sahələrinin meydana gəlməsi olar, 5-i götürəcəyik. Əhalinin oturaq həyata keçməsi, bəli, neolitdə də bu var. 1, 5, 6-nı götürəcəyik doğru cavab kimi. 58. Orta daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Sümükdən alətlərin hazırlanması. Bəli, yəni orta daş dövrü deyirsə, mezolit nəzərdə tutulur. Uşaqlar tez-tez bunu orta paleolitlə qarışdırır, yəni siz qarışdırmayın. Sümükdən alətlərin hazırlanması, bəli, sümükdən indi də hazırlanır. Alt paleolitdən indi bu yana qədər hazırlanması deyir özdə, fikir verin bu ifadəyə də. Əkinçilik və maldarlığın insanların əsas məşğuliyyətinə çevrilməsi. Əsas məşğuliyyətə neolitdə çevrilir deyə 2-ni atacağıq. İstehsal təsərrüfatının formalaşmasının başa çatması. İstehsal təsərrüfatına keçid başa çatır, neolitdədir. Bu da səhvdir. Verilsə ki, istehsal təsərrüfatına keçidin əsası qoyuldu, hə, onu götürərdik. İlk əkinçilik vərdişlərinin yaranması olar. Dulusçuluğun yaranması neolitdə atırıq. Mikrolit alətlərdən istifadə edilməyə başlanması olar. 1, 4, 6 olacaq. 59. Azərbaycanda alt paleolit dövrü üçün səciyyəvi idi. İri tayfa birliklərinin yaranması xeyr. Tayfalar erkən tunc dövrüdür. Ulu icmanın yaranması, bəli. Alt paleolit dövründə ulu icma yaranıb. Süni odun əldə edilməsi. Alt paleolit dövründə təbii oddur. Süni od deyil deyə 3 atacağıq, çünki süni od orta paleolitdir. Qəbilə icmasının formalaşması, bu üst paleolit dövrüdür. Atacağıq. Sadə dini inancların meydana gəlməsi. Bu, məsələn, bunu da əslində götürə bilərik. Niyə götürəcəyik? Azıq mağarasında üzərində müəyyən totemlərin olduğu, inancı özündə əks etdirən ayı kələləri tapılıb. Yəni ayı kələlərinin üzərində bu ilkin sadə dini inancların təsviri olan belə deyək ki, ayı kələləri, ayı sümükləri tapılıb. Bu baxımından 2 və 5-i doğru cavab kimi götürəcəyik. 60. Azərbaycanda eneolit dövrü üçün səciyyəvi idi. Heyvanların əhəlləşdirilməsinə başlanılması, bu mezolit dövrüdür. Kurqanların meydana gəlməsi erkən tuncda atacağıq. Sənətkarlığın əhalinin məşğuliyyətində mühüm yer tutması. Sənətkarlıq, bəli, neolitdə yaranır, eneolitdə də mühüm yer tutur. Və bir şey yadda saxlayın ki, bir şey neolitdə yaranıbsa, neolitdən sonra hansı dövr gəlib? Eneolit. Demək, eneolitdə də mövcud olub. Daş alətlərin təsərrüfatda üstün yer tutması, bəli, bu da olar. Eneolit dövrü, mis daş dövrüdür. Daş dövrünün mərhələlərində daş alətlər üstünlük yer tutur. Cəmiyyətdə əmlak bərabərsizliyinin dərinləşməsi bu tunc dövrünə aiddir. Doğru cavab 3 və 4 olacaq. 61. Ulu icma və qəbilə icmalarının mövcudluğu dövrünə aid ümumi cəhəti müəyyən edin. Yəni elə şey götürməliyik ki, həm ulu icmaya, həm də qəbiləyə aid olsun. Ulu icma alt paleolit dövründə yaranmışdı, üst paleolitə qədər. Qəbilə üst paleolitdən erkən tunca qədər mövcud olmuşdu. Maldarlığın mövcud olması, bu birbaşa qəbiləyə aiddir. Yəni alt paleolitdə, orta paleolitdə ulu icma yox idi, maldarlıq yox idi. Yəni ulu icma onlarda mövcud idi, maldarlıq yox idi. Əmək alətlərinin əsasən daşdan hazırlanması, bəli, hər ikisində var. Dini mərasimlərin icrası üçün ibadətgahların tikilməsi. İbadətgahlar tayfaların mövcudluğu dövründə tikiləcək. Yəni bu ulu icma və qəbiləyə aid deyil. Atacağıq. Cəmiyyətin həyatında qadınların mühüm yer tutması, bəli, ulu icma üst paleolitdə mövcud idi. Orta paleolit dövründə mövcud idi. Yox, bunu götürə bilmərik, üzr istəyirəm. Yəni ulu icmada qadının cəmiyyətdə rolu mühüm yer tutmurdu. Yəni bunu götürməyəcəyik. Bu birbaşa qəbiləyə aiddir. Yəni ulu icmada hələ qadının rolu üstün deyildi. Qəbilədə qadının rolu üstün olacaq. Çünki qan qohumluğu qadın əsasında keçirdi. İnsanların yığıcılıqla məşğul olması, bəli, bu hər ikisinə aiddir. Həm ulu icma, həm də qəbilə icmasında insanlar yığıcılıqla məşğul olurdu.
Doğru cavab 2 və 5-i götürəcəyik. 62-ci sual. Azərbaycanda ulu icma və qəbilə icmasının mövcudluğu dövrünə dair ümumi cəhət. Yenə də ulu icma və qəbilə icmasına aid olan xüsusiyyətləri götürməliyik. Dəvəgözü və çaxmaq daşından kəsici alətlərin hazırlanması. Bu, bəli, hər ikisinə aiddir. İnsanların yalnız yığıcılıq və ovçuluqla məşğul olması. Qəbilədə insanlar mezolit dövründə əkinçiliklə, maldarlıqla məşğul olmağa başlayır axı. O baxımından 2 səhvdir. Bu yalnız ifadələrini həmişə diqqət yetirin. İnsanların ana xətti ilə qohumluq əsasında birləşmələri bu birbaşa ulu icmaya aid deyil, qəbilə icmasına aiddir. Birbaşa yəni ulu icma və qəbilə icmasına aid ümumi cəhət deyil. 3 atacağıq. Axirət dünyasına inamın mövcud olması, bəli. Ulu icma dövründə, yəni orta paleolit dövründə də axirətə inanılırdı. Qəbilə icması dövründə də axirət dünyasına inanılırdı, indi də inanılır. Yəni ölümdən sonrakı həyata. Əkinçiliyin insanların məşğuliyyəti içərisində əsas yer tutması. Ulu icmada əkinçilik mühüm yer tutmurdu, qəbilədə mühüm yer tuturdu. Bu da ümumi cəhət deyil, yəni oxşar xüsusiyyət deyil deyə atacağıq. Doğru cavab 1 və 4 olacaq. 63. Neolit dövründən fərqli olaraq eneolit dövründə insanlar misdən əmək alətləri hazırlayırdı, bəli. Yəni neolitə aid olmasın, eneolitə aid olsun. Elə xüsusiyyətləri götürməliyik, biri götürəcəyik. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu. Xeyr, bu erkən tunca aiddir. İnsanlar saxsı qablar hazırlamış və toxuculuqla məşğul olmuşdu. Bu hər ikisinə aiddir. Neolitdə də, eneolitdə də bu var idi. Ev heyvanlarını demək olar ki, hamısı əhəlləşdirildi. Bu eneolitə aiddir. Əli Köməktepe abidəsi var. Orada əhəlləşdirilmiş at sümüklərinin tapılması artıq ev heyvanlarının əhəlləşdirilməsinin başa çatmasını göstərirdi. 64. Neolit və eneolit dövrlərinə aid oxşar cəhətlər. İstehsal təsərrüfatının mövcud olması. Bəli, yəni istehsal təsərrüfatına keçid elə mezolitdə başlayır. Mezolitdən bu yana artıq istehsal mövcud idi. Metaldan bəzək əşyalarının hazırlanması. Neolitdə metal yox idi. Metal ilk dəfə eneolitdə yaranır deyə oxşar xüsusiyyət deyil. Saxsı qabların düzəldilməsi. Saxsı qabların istehsalı neolitdən başlayır. Neolitdən sonra gələn eneolitdə də var idi. Baxın, düzəldilməsi deyir. Düzəldilməyə başlanması desək də dəyişərdi. 3 atacağıq. Ovçuluq və balıqçılığın əsas məşğuliyyət sahəsi olması. Bu birbaşa eneolit dövrünə aiddir. Üzr istəyirəm, yəni ovçuluq və balıqçılıq deyir, əsas məşğuliyyət deyir. Yox, bu səhvdir. Yəni ovçuluq və balıqçılıq eneolit dövründə, yəni balıqçılığın 2-ci dərəcəli məşğuliyyət sahəsinə çevrildiyini biz görürük. Yəni əsas məşğuliyyət sahəsi deyir, bu da heç aid deyil. Cəmiyyətdə qadının mövqeyinin üstün olması, bəli, 5-i də götürəcəyik. Ana xaqanlığı, qadının cəmiyyətdə rolunun yüksək olması neolitdə də, eneolitdə də var idi. Davam edirik. 65-ci sual. Paleolit və mezolitə dair oxşar cəhətlər. İstehsal təsərrüfatının mövcud olması, xeyr, istehlak idi. Paleolitdə istehsal, bəli, mezolitdə var idi deyə biri atacağıq. Biz elə şey götürməliyik ki, ikisinə də aid olsun. İstehsal paleolitdə yox idi axı. Təsərrüfatda daş alətlərinin üstün yer tutması. Bəli, ikisində də var. Çünki ikisi də daş dövrünün mərhələləridir. Paleolit qədim, mezolit orta daş dövrü deməkdir. Yadda saxlayın ki, daş dövrünün bütün mərhələlərində, paleolitdə də, mezolitdə də, neolitdə də, eneolitdə də daş alətlər üstünlük təşkil edirdi. İnsanların rabitəli nitqə malik olması üst paleolitdə var idi də, rabitəli nitq, mezolitdə də var idi. Bu baxımından 3-ü götürəcəyik. İnsanların ovçuluqla məşğul olması, bu da var. Yəni ovçuluqla məşğul olma var. Ulu icmanın mövcud olması mezolitdə yox idi, qəbilə icması idi deyə atacağıq. 2, 3 və 4-ü doğru cavab kimi götürəcəyik. 6-cı sual. Mezolit dövrünü paleolit dövründən fərqləndirən hansı xüsusiyyətlər neolit dövrü üçün xarakterikdir? Yenə də bu tipli testləri 2 hissəyə böləcəyik. Birinci hissə və ikinci hissə. Mezolit dövrünü paleolit dövründən fərqləndirməliyik. Elə bir xüsusiyyət götürməliyik ki, birinci mezoliti paleolitdən fərqləndirsin. Birinci hissəni birinci yoxlayaq. Daş alətlərinin hazırlanması. Daşdan alətlərin hazırlanması. Mezolit dövrünü paleolitdən fərqləndirirmi? Xeyr. Çünki mezolitdən də daşdan alətlər hazırlanır.
paleolitdə də daşdan alətlər hazırlanır. Bu baxımından biri atacağıq. Heyvanların əhəlləşdirilməsi mezolit dövrünü paleolitdən fərqləndirir. Bəli, yəni mezolitdə heyvanlar əhəlləşirdi, paleolitdə isə yox. Demək, fərqləndirir. Birinci hissəsi uyğundur. İndi ikinci hissəni yoxlayaq. Hansı xüsusiyyət neolit üçün də xarakterikdir? Heyvanların əhəlləşdirilməsi neolitdə də var idi deyə 2-ni götürəcəyik. Yəni birinci hissəni birinci yoxlayırıq. Birinci hissəni keçdisə, ikinci hissəni yoxlayırıq. Əgər birinci hissəni keçmədisə, tez üstündən xətt çəkirik. Mikrolit alətlərdən istifadə edilməsi mezoliti paleolitdən fərqləndirir. Bəli, mezolitdə mikrolit alətlər istifadə olunurdu. Demişdim ki, bunu belə yadda saxlayın ki, mezolit, mikrolit bir-birinə yaxın sözlərdir. Yəni belə deyək, oxşar səslənir. Mezolit dövründə mikrolit alətlərdən istifadə olunmağa başlayıb. Neolit üçün də xarakterikdirmi? Bəli. Mezolitdə varsa, neolitdə də artıq bundan istifadə olunurdu. 2 ilə 3-ü götürəcəyik. İnsanların qəbilə icmasında yaşaması mezolitdə qəbilədir, paleolitdə, amma üst paleolit dövründə də qəbilə var da. O baxımından bu oxşardır, bu fərqləndirmir deyə birinci hissəni keçə bilmədi, 4-ə atacağıq. Əkinçilik vərdişlərinin mövcud olması mezoliti paleolitdən fərqləndirir. Bəli, neolitdə də var idimi? Bəli, neolitdə də əkinçilik var idi, 5-i də götürəcəyik. 2, 3 və 5. Davam edirik. 67-ci sual. Ox və kamandan istifadə edərək heyvanları ovlayır, əkinçilik və maldarlıqla məşğul olurdu. İlk dəfə metaldan alətlər hazırlamışdı. Haqqında bəhs edilən insan tipi ağıllı insandır. Çünki ağıllı insan üst paleolit dövründən demək olar ki, təkmilləşə indiyə qədər gəlib çatıb da. Dulusçuluğun əsasını qoymuşdu, deyə bilərik. Dulusçuluq, gilqablar ağıllı insana aiddir. Qəbilədə yaşayırdı, bəli. Ağıllı insan qəbilədə yaşamışdı. Əkinçilikdə xışdan istifadə etmişdi. Bəli, xışdan istifadə, yəni xış əkinçiliyi ağıllı insana aiddir. İlk dəfə süni od əldə etmişdi. Süni od orta paleolit dövrüdür. Orta paleolit dövründə özdə ilk dəfə deyirsə, bu Neandertal adama aiddir. Azıq adamı kimi tanınmışdı. Bu bacarıqlı insana aiddir, aid deyil. 1, 2 və 3. Davam edirik. 68-ci sual. Qədim insanlar həm mezolit, həm də neolit dövründə, yəni mezolit və neolit dövrü üçün oxşar xüsusiyyəti götürməliyik və cümləni uyğun tamamlamalıyıq. Yığıcılıqla məşğul olmuşdu. Mezolitdə bəli, yığıcılıq var idi, neolitdə də var idi deyə biri götürəcəyik. Əkinçiliklə məşğul olmuşdu. Mezolitdə yaranıb, neolitdə də bəli, əkinçiliklə məşğul olmuşdu. 2-ni də götürəcəyik. Mikrolit alətlərdən istifadə edilirdi. Bəli, mezolitdə yaranmışdı, neolitdə də, yəni mezolitdən sonra gələn neolitdən də mikrolit alətlərdən istifadə edilirdi. Oturaq həyata keçməsi bu birbaşa neolitə aiddir, mezolitə aid deyil deyə atacağıq. Ticarətlə məşğul olması heç birinə aid deyil, bu orta tunc dövrünə aiddir. 1, 2 və 3 olacaq cavab. 69-cu sual. İbtidaicma quruluşuna aid hadisə-nəticə əlaqələrini müəyyən edin. Qədim insanların yaşamaq uğrunda mübarizə aparması, insanların əmək aləti hazırlaması. Məntiqlə bunu düz götürə bilərik də, yəni insanlar yaşamaq uğrunda mübarizə apardı, əmək alətləri hazırladı, bu qida ehtiyatının artmasına gətirib çıxartdı, insanların işini asanlaşdırdı, yəni biri götürə bilərik. Əmək fəaliyyətinin genişlənməsi, insan şuurunun inkişaf etməsi. Yəni şuur birbaşa insan əməyi ilə bağlıdır. Yəni əmək işlədikcə insanın şuuru inkişaf eləyir. Yəni 2-ni də götürəcəyik. Toxuculuğun meydana gəlməsi, bu neolit dövrüdür. İbtida incəsənətin yaranması, bu doğru deyil. Yəni əlaqəli deyil. Toxuculuqla ibtida incəsənətin yaranması aid deyil. Misdən alətlərin hazırlanması, toxadan istifadə edilməyə başlanması, bu da bir-biri ilə bağlı hadisələr deyil. Doğru cavab 1 və 2 olacaq. 70-ci sual. Azərbaycan eradan əvvəl 6-4-cü minilliklər tarixinə aid xarakterik xüsusiyyətləri müəyyən edin. 6-4-cü minilliklər eneolit dövrüdür. Eneolit dövrünə aid olan hadisəni götürəcəyik. Əkinçilik maldarlıqdan ayrıldı. Erkən tunc dövrüdür. Atacağıq. Biz eneolitə aid olan götürməliyik. Daş alətlər üstün yer tuturdu. Bəli, eneolitdə üstün yer tutur. Dairəvi yaşayış evlərinin inşa edilməsi, bəli, eneolitdə var idi.
Torpağın toxa ilə yumşaldılması, toxa neolitdə yaranıb atacağıq. Yumşaldılması deyir, üzr istəyirəm, götürəcəyik 4-ü də. Çünki deyir ki, torpağın toxa ilə yumşaldılması, yəni torpağın toxa ilə yumşaldılması var idi. Yəni hətta bu dövrün əkinçiliyinə nə deyirdik? Toxa əkinçiliyi dövrü 2, 3 və 4. Dini ayinlərin icrası üçün ibadətgahlar erkən tunç dövrüdür deyə 5-i atacağıq. Doğru cavab 2, 3 və 4 olacaq. 71-ci sual. Eradan əvvəl 6-4-cü minillərə aid xarakterik xüsusiyyətlər. Yenə də eneolit dövrünə aid olan xüsusiyyətləri seçməliyik. Toxuculuqda i ucluqlarından istifadə edilməsi. Bəli, bu var idi eneolit dövründə. Daşdan əmək alətlərinin hazırlanmağa başlanması deyirsə, bu alt paleolitə biz atacaq. 2-ni siləcəyik. Əhalinin məşğuliyyətində sənətkarlığın mühüm yer tutması, bəli, neolitdən sonra eneolitdə əsas yer tutur. İstehsal təsərrüfatına keçidin əsası qoyulur. Bu mezolitdir. Bizə məlum olan heyvanların əhəlləşdirilməsi başa çatır. Eneolit dövründə, bəli. 1, 3 və 5. 72-ci sual. Deyir, eradan əvvəl 12-8-ci minillikləri və eradan əvvəl 6 və 4-cü minilləri əhatə edən dövrlərə aid ümumi cəhətləri müəyyən edin. 12-8 mezolit idi. Mezolit. Ona görə deyirdim ki, hər bir dövrü əhatə edən müddəti öyrənin. 6-4-cü minilliklər eneolitdir. İndi mezolit və eneolit dövrünə dair ümumi cəhətlər. Misdən əmək alətlərinin hazırlanması, xeyr, bu eneolitdən başlayır. Heyvanların əhəlləşdirilməsi ikisində də var. Toxuculuğun insan həyatında mühüm yer tutması. Toxuculuq mezolitdə yox idi da, atacağıq. Qəbilə icmasının mövcud olması, bəli, götürəcəyik. Tayfaların ağsaqqallar tərəfindən idarə olunması, ümumiyyətlə bu dövrlərdə hələ tayfalar yox idi. 2 və 4 olacaq. 73. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq neolit dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşdilər. Səhvdir. Niyə? Çünki üst paleolit dövründə artıq ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Biz elə şey götürməliyik ki, əvvəlki dövrə aid olmasın, neolitə aid olsun. Təsərrüfatda əsas yeri maldarlıq və əkinçilik tuturdu. Bəli, bu olar. Sırf neolitə aiddir. Əvvəlki dövrlərdə yox idi. Əsas yer deyir. İnsanlar oturaq həyata keçdi. Bəli, iri tayfa ittifaqları bu tunç dövrünə aiddir. 2 və 3. 74-cü sual. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Baxın, daş dövrü deyirsə, daş dövrünün hansı dövrlərə bölünürdü? Paleolit, yəni qədim daş dövrü, mezolit, orta daş dövrü, neolit, yeni daş dövrü və eneolit, mis daş dövrü. Bu 4 dövrün 4-ünə də aid olan xüsusiyyətlərin hamısını götürə bilərik. Çaxmaq daşı dəvəgözdən əmək alətlərinin hazırlanması, bəli, elə paleolitdən başlayaraq hazırlanırdı. Dini mərasimlər üçün ibadətgahlar bu tunç dövrünə aiddir deyə atacağıq. Xış əkinçiliyi tunç dövrünə aiddir deyə atacağıq. Köçmə maldarlığın meydana gəlməsi, bu da erkən tunç dövrüdür, atacağıq, daş dövrü deyil. Mikrolit alətlər mezolit dövrüdür, orta daş dövrüdür, bu da daş dövrünə aiddir. Yeni istehsal sahələrinin meydana gəlməsi, məsələn, neolit dövründə sənətkarlığın yeni sahələri yaranır filan, bunu götürə bilərik. 1, 5, 6. 75. Yenə də daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edirik. Əgər 2 sual ardıcıl gəlirsə, eyni tipli sual, yadınızda saxlayın ki, həmin suallar vaxtilə qəbula bu cür düşüb. Biri A variantına, biri B variantına, həmin qəbul suallarını sonradan toplu qurulanda yenidən istifadə edirlər. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Quruçay mədəniyyətinin mövcud olması, bəli. Paleolit dövründə Quruçay mədəniyyəti var. O da daş dövrünün qədim daş dövrüdür. Yəni daş dövrünün mərhələsidir. Daş dövrü deyəndə bura paleolit, mezolit, neolit, eneolit. Bu 4 dövrün 4-ünə də aid olan xüsusiyyətləri yaza bilərsiniz. Bağçılıq və bostançılıq tunç dövrüdür. 2-ni atacağıq. Yəni orta tuncdur. Kollektiv dəfn etmə, ölü yandırma erkən tuncdur. Atacağıq. Ayaqla işləyən duluz çarxı son tunç dövrüdür. Atacağıq. Ox kaman mezolit dövrüdür, orta daş dövrüdür. Saxsı qabların istehsalına başlanması neolit dövrüdür, yeni daş dövrüdür, altını götürəcəyik. Yəni daş dövrü deyəndə yenə də deyirəm, paleolit, mezolit, neolit, eneolit. Bu dördünə də aid ümumi cəhətləri götürürsünüz. Tunç dövrünü yazmırsınız. 76.
Paleolit dövrünü mezolit dövründən fərqləndirmir. Sümükdən alətlərin hazırlanması. Bu ikisinə də aiddir. Yəni paleoliti mezolitdən fərqləndirmir də. Yəni paleolitdə də var, mezolitdə də var. Yəni bu paleoliti mezolitdən fərqləndirmir. Biri götürəcəyik. Sümükdən alətlərin hazırlanmasını. Yəni fərqləndirmir deyirsə, yəni demək istəyir ki, paleolit və mezolit dövrü üçün oxşardır. Yəni fərqləndirmirsə, demək oxşar olanı götürürük. İlk yaşayış məskəninin salınması bu fərqləndirir. Çünki birbaşa paleolitə aiddir. İnsanların ulu icmada yaşaması, bu da birbaşa paleolitə aiddir. Çünki mezolitdə qəbilədə yaşayırdı, fərqləndirir. Axirət dünyasına inamı mövcud olması, bəli, bu da fərqləndirmir. Yəni ikisinə də aid oxşar xüsusiyyətdir. 77. Hansıların yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün olar. Ümumiyyətlə, xronoloji ardıcıllıq nədir? Bizə verilən hadisələrin baş vermə ardıcıllığı ilə düzgün düzülməsidir. Quruçay mədəniyyətinin yaranması alt paleolit dövrüdür, qeyd eləyək. Qısa mən yazacağam, vaxt itirməyək. İlk insan meydana gəldi. Bu da alt paleolit dövrüdür. Amma desəz ki, ikisi də alt paleolitdir. Hansını birinci yazacağıq? Birinci insan meydana gəlir. İnsan yaradır da bir mədəniyyəti. Sonra Quruçay mədəniyyəti yaranır. Axirət dünyasına inam yaranır. Orta paleolit. Qəbilənin meydana gəlməsi, qəbilələr yaranır. Üst paleolit. Fikir versək, biz hansının yerini dəyişsək ardıcıllıq düzgün olar? 2-ni birinci yazsaq, sonra biri də 2-nin yerinə yazsaq. Yəni ardıcıllığı bu cür. 2, 1, 3, 4 formasında qeyd eləsək, cavabımız düzgün olar. Yəni birinci ilk insan meydana gəlir. İlk insan Quruçay mədəniyyətini yaradır. Alt paleolit dövrüdür ikisi də. 2, 1. Sonra axirət dünyasına inam orta paleolit, sonra qəbilə icması üst paleolit. İndi hansının yerini dəyişsək, 1 ilə 2-nin yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün olur. Davam edirik. 78-ci sual. Müvafiq olaraq Damcılı, Zar və Buzeyr mağaralarının yerləşdiyi əraziləri müəyyən edin. Müvafiq deyirsə ardıcıl demək istəyir. Yəni ardıcıl göstərməliyik. Damcılı mağarası Qazaxdadır. Birinci damcılını götürəcəyik 5. Birinci 5. Zar Kəlbəcərdədir. Sonra 2. Buzeyr də Lerikdədir. O da 3. 3. Doğru cavab 5, 2, 3. Məsələn, siz testdə götürüb 2, 3, 5, yəni birinci zarı, sonra Buzeyri, sonra damcılını yazsa cavabı səhv gələcək. Çünki bizim testin əvvəlində müvafiq olaraq deyir. Müvafiq olaraq deyirsə ardıcıl şəkildə damcılı, Qazaxı, Zar, Kəlbəcəri, Buzeyr, Leriki göstərməz. Yəni bu formada. 79. Verilənlərin hər ikisi hansı ərazilər üçün ortaq cəhətdir? Qədim insan məskəninin yerləşir. Qayalar üzərində təsviri sənət nümunələri aşkar edilmişdir. Birincisi Qobustan 5. Yəni Qobustanı verir. Qobustanda qədim insan məskəni var. Mezolit və neolit dövrünə aiddir da Qobustan. Qayalar üzərində də rəsmlər var. Bir də Kəlbəcəri götürərik. Zar mağarası yerləşir Kəlbəcərdə. Və Kəlbəcərdə də qayaüstü rəsmlərə rast gəlinib. 2 və 5-i yaza bilərik. Davam edirik. 80-ci sual. Göytəpə və Kamiltəpə yaşayış yerlərinə müvafiq olaraq müəyyən edin. Göytəpə Tovuz rayonundadır. Kamiltəpə də Ağcabəddədir. Göytəpə Tovuzu qeyd eləyəcəyik. Yəni 4-ü. Bizə müvafiq deyirsə birinci 4-ü yazarıq. Kamiltəpə də Ağcabədidədir, o da 3-dür. 3. Onda o formada qeyd eləyərik. Doğru cavab 4 və 3 olacaq. Bu arada Göytəpə və Kamiltəpə neolit dövrünə aiddir. 81. Qədim daş dövrünün sonlarında, yəni qədim daş dövrünün sonu deyəndə üst paleoliti nəzərdə tutur da. Üst paleolit. Çünki qədim daş dövrü hansıdır? Qısa qeyd edeyim. Qədim daş dövrü
paleolitdir. Paleolitin ən axırıncı, yəni son dövrü üst paleolitdir. Birinci alt, sonra orta, sonra üst paleolitdir. Nəsli icma meydana gəldi. Üst paleolit dövründə nəsli icma, yəni qəbilə icması meydana gəlir də. Bu baxımdan biri götürəcəyik. Yəni qədim daş dövrünün sonu üst paleolitə düşür. Üst paleolit dövründə nəsli icma, yəni qəbilə icması eyni şeydir. Yəni biri götürəcəyik. Cəmiyyətdə ana xalqanlığın hakim olduğu dövr başladı. Olar, yəni üst paleolitdə ana xalqanlığı dövrü başlayır. Qədim insanların ilk bircə yaşayış forması bu ulu icmadır, alt paleolit dövrüdür. İnsanlar obsidiandan alətlər hazırlamağa başlandı. Obsidian xüsusi belə deyək ki, alət hazırlamaq üçün xüsusi materialı idi. Təbiətdən onu hazır formada insanlar hazırlayırdı. Başlanması deyirsə bu alt paleolit dövrünə aiddir. Obsidiandan əmək alətinin hazırlanması. 4-ü də siləcəyik. Doğru cavab 1 və 2-dir. Davam edirik. 82. Daş dövrünün sonlarında, yenə də indi daş dövrünü deyir, ümumi. Daş dövrünün sonu deyəndə qədim daş dövrü paleolit, orta daş dövrü mezolit, yeni daş dövrü neolit və sonra eneolit. Yəni daş dövrünün sonu deyəndə artıq eneolit dövrü nəzərdə tutulur. Saxsı qablar hazırlanırdı. Bəli, yəni hazırlanırdı da. Neolitdən başlayırdı, eneolitdə də hazırlanırdı. Qəbilə meydana gəlmişdi. Xeyr, qəbilə üst paleolitdə meydana gəlir. Toxa əkinçiliyi mövcud idi, bəli. Gəmiçilik mövcud idi daş dövrünün sonunda. Yəni eneolitdə gəmiçilik mövcud idi, bəli, mövcud idi da. Yəni demir ki, yarandı, mövcud idi. Yəni mezolitdə var idi, eneolitdə də gəmiçilik mövcud idi. Tayfa ittifaqları mövcud idi, xeyr. Yəni tayfalar erkən tunc dövrünə aiddir. 1, 3 və 4. 83. Verilənlərin hər ikisi hansı dövrlərin ümumi cəhətidir? Cilalanmış alətlərdən istifadə edilməsi, əkinçilərin biçin işlərində oraqdan istifadə etməsi. Demək, insanlar daşların deşilməsi və cilalanmasını hansı dövrdə öyrəndi? Neolit dövründə və oraqdan istifadə edilməsi, bu da neolitdən başlayır. Və neolitdən başlayırsa, neolitdən sonra gələn dövrlərdə də aiddir. Yəni neolit yeni daş dövrü, neolitdən sonra gələn eneolit, mis daş dövründə insanlar daşların deşilməsi və cilalanması və əkin-biçin işlərində oraqdan istifadə edilməsi ikisini də qeyd eləyə bilərik. Qədim daş dövründə yox idi, orta daş dövründə də bunlar yox idi. Yəni mezolitdə də yox idi. Davam edirik. 84. Ulu icma və nəsli icmanın ümumi cəhətləri. Nəsli icma deyəndə qəbilə icması nəzərdə tutulur. İndi ulu icma və qəbilənin oxşar cəhətləri. İnsanlar birlikdə yaşayırdı, bəli, insan kollektivi idi. Qan qohumluğuna əsaslanırdı, xeyr. Bu birbaşa ulu icmaya aid, nəsli icmaya aiddir, yəni qəbiləyə aiddir. Qədim daş dövründə meydana gəlir, yəni paleolit qədim daş dövrüdür, bəli, ikisi də paleolitdə meydana gəlir. Bu alt paleolit, o birisi də üst paleolitdə meydana gəlir. İnsanların xüsusi əmlaka sahib olması, xeyr, əmlaka sahib olma heç birinə aid deyil. Bu artıq təbəqələşməni göstərirdi, tunc dövrünə aid. 1-dən 3-ü yazarsınız. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Heyvanların əhilləşdirilməsinin başa çatması, bu eneolit. Qısa qeyd eləyək. İlk əkinçilik vərdişləri yaranır, mezolit. Qabağına qeyd eləyirik. Qəbilənin yaranması, üst paleolit. Neandertal adlı yeni insan tipinin yaranması, bu orta paleolit. İndi ardıcıllığı düşsək, birinci hansı dövr gəlir? Paleolit gəlir də, düzdürmü? Alt paleolit, sonra orta paleolit. Birinci orta paleoliti yazacağıq. Çünki içində ən qədimi orta paleolitdir. Ən tez o baş verir. Orta paleolit bitir, sonra hansı gəlir? Üst paleolit, sonra 3-ü yazarıq. Sonra üst paleolit bitir, hansı dövr gəlir? Mezolit, 2-ni, sonra da eneolit, 1-i. Doğru cavab 4, 3, 2, 1. Yəni bu formada olacaq. Yəni hadisələrdən hansı da tez baş verib? Onu birinci yazacağıq. Yəni bu formada xronoloji ardıcıllığı düzələcək. İndi bu nümunəyə baxaq. Xronoloji ardıcıllığı deyir, müəyyən eləyin. İbtidai maldarlığın əsası qoyulur. Mezolit yazırıq qabağına, çünki düzəndə bizə lazım olacaq. İnsanların toxuculuqla məşğul olmağa başlanır. Neolit.
Qısa qeyd edirəm. Tuncdan alətlər hazırlanmağa başlanması, bu da Tunc dövrü. İndi bunların içində ən birinci hansı olur? Mezolit gəlir, sonra neolit, sonra eneolit, sonra da Tunc. Düzdürmü? Demək 1, 2 və 3. Elə bu özü ardıcıl formada verilib. Davam edirik 87. Yenə də xronoloji ardıcıllığı müəyyən eləyin. Müasir insan tipinin yaranması, yəni ağıllı insanın yaranması. Üst paleolit, qısa qeyd eləyək. İlk şəhər mərkəzlərinin yaranması Orta Tunc. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulur mezolit. İndi ardıcıllığı qursaq. Birinci paleolit gəlir, yəni 1, üst paleolit, sonra mezolit gələr 3, sonra ilk şəhər mərkəzinin yaranması Orta Tunc dövrü gələr 1, 3 və 2. 88. Xronoloji ardıcıllığı yenə müəyyən eləyək. Tayfanın yaranması Erkən Tunc. Qədim insanın o ilk dəfə oddan istifadə etməsi Alt paleolit. Qısa qeyd edirəm. Ağıllı insan yaranır Üst paleolit. İbtidai maldarlıq əsası qoyulur mezolit. İndi bunların içində ən tez baş verəni hansı idi? Alt paleolit dövrü, ilk dəfə oddan istifadə olunması. Birinci 2-ni yazarıq. Sonra üst paleolit, ağıllı insanın yaranması gələr. Sonra mezolit, ibtidai maldarlıq yaranır. Sonra tayfalar yaranır Erkən Tuncda. 2, 3, 4, 1. 89. Yenə də ardıcıllığı quraq. Dulusçuluğun yaranması Neolit. Mən sürətli yazıram, biraz səliqəsiz görünə bilər. Boyalı qablar mədəniyyətinin formalaşması Orta Tunc. Orta Tunc. Ata xaqanlığının ana xaqanlığını əvəz etməsi bu Erkən Tunc. Heyvanların əhilləşdirilməsinə başlanması Eneolit. Üzr istəyirəm, heyvanların əhilləşdirilməsinə mezolitdə başlayır. Eneolitdə artıq başa çatır. Mən elə bildim başa çatması deyir. İndi baxaq. Ardıcıllığı düzsək, birinci heyvanların əhilləşdirilməsinə başlanması mezoliti qeyd eləyərik 4. Sonra dulusçuluğun yaranması neoliti yazarıq 1. Ardıcıl elə gəlir. Sonra Erkən Tunc dövrü, sonra Orta Tunc dövrü. Yəni birinci mezolit gəlir, sonra neolit, sonra Erkən Tunc, sonra Orta Tunc. Oxuyanda hansı ardıcıllıqla oxumuşdursa, o ardıcıllıqla da götürürsünüz. 90. Paleolit, neolit və eneolit. Uyğunluğu müəyyən edək. Qəbilə icmasının meydana gəlməsi bu üst paleolitdir. Bunu elə 1-ə yazacağıq. İlk sənət sahələrinin meydana gəlməsi neolitdir. Məsələn, toxuculuqdur, dulusçuluqdur. Əkinçiliyin maldarlıqdan ayrılması bu Tunca aiddir. Heç birinə yazmayacağıq. Birinci ictimai əmək bölgüsü ilə. İlk metalın əldə edilməsi eneolit misəldə olunur. Heyvanların əhilləşdirilməsinə başlanması bu da mezolitə aiddir deyə heç birinə yazmayacağıq. Amma başa çatması yazsaydı eneolitə yazardıq. 91. Uyğunluğu müəyyən eləyin. Mezolit, neolit və Erkən Tunc. Əkinçiliyin maldarlıqdan ayrılması birinci ictimai əmək bölgüsü ilə Erkən Tunc dövründə ayrılır. Əhalinin oturaq həyata keçməsi neolit dövrüdür. Ox və kamanın yaradılması mezolit dövrüdür. Köçmə yaylaq maldarlığının meydana gəlməsi köçmə maldarlıq Erkən Tunc dövrüdür. İbtidai maldarlığın əsası qoyulur, bu da mezolitə aiddir. 92-ci sual. İbtidai icma quruluşuna aid xüsusiyyətləri müəyyən edin. Ana xaqanlığı və ata xaqanlığı dövrü. Ana xaqanlığı üst paleolitdən yaranıb, üst paleolitdən Erkən Tunca qədər, yəni mezolit, neolit, eneolit. Üst paleolitə daxil olmaqla bu dövrlərdə mövcud olub. Ata xaqanlığı Erkən Tuncda yaranıb, son Tunca qədər davam eləyir. Yəni, hətta bəzən indi də götürülür ki, ata cəmiyyətdə böyükdür. Yəni, kişinin cəmiyyətdə rolu daha üstündür. İkinci ictimai əmək bölgüsünün baş verməsi. Bu, ata xaqanlığı dövrüdür, yəni Orta Tunc dövrüdür. Saxsı qabların istehsalında ayaqla işləyən duluz çarxından istifadə edilməsi. Bu da son Tunc dövrüdür, ata xaqanlığı dövrüdür. Mikroyot alətlərdən istifadə edilməyə başlanması.
Mezolitdə ana xaqanlığıdır. Əhalinin oturaq həyata keçməsi neolitdir. Ana xaqanlığı idi. D daha doğrusu. Daşdan ilk əmək alətlərinin hazırlanması bu alt paleolitdir. Alt paleolitdə heç biri yox idi. Çünki ana xaqanlığı üst paleolitdə yaranıb deyə yeni heç birinə yazmayacağıq. Davam edirik. Yəni bu sualda uşaqlar çox vaxt yeni götürürlər və çaşdırırlar. Yadda saxlayın, ana xaqanlığı üst paleolitdə yaranır. Daşdan alətlərin hazırlanması ilk dəfə olaraq başlanması alt paleolit dövrüdür. Bu onda nə ana, nə ata xaqanlığı heç biri yox idi. Uyğunluğu müəyyən eləyin. Yəni ana xaqanlığı da yox idi. Uyğunluğu müəyyən eləyin. Ox və kamanın meydana gəldiyi dövr, bacarıqlı insanın yaşadığı dövr. Ox və kamanın meydana gəldiyi dövr, yəni mezolit. Bacarıqlı insanın yaşadığı dövr alt paleolit. Yəni müəyyən eləyək. Metaldan istifadə edilməsi heç biri. Yəni heç birində metaldan istifadə olunmurdu. İbtidai əkinçiliyin yaranması bəli, mezolitdə yaranıb deyə 1-ə B-ni verəcəyik. Ana xaqanlığının süqut eləməsi, yəni ata xaqanlığının yaranması heç biri. İlk insan məskəninin salınması bu alt paleolit, D-ni götürəcəyik. Fiziki güc tələb edən kişi əməyinin ön plana keçməsi bu da heç biri. Çünki erkən tunç dövrünə aiddir bu. 1B, 2D. 94. Təxminən eradan əvvəl 35-12-ci minilliklər arasındakı dövr 6-4-cü minillikləri əhatə edən dövr. 35-12-ci minilliklər üst paleolit dövrüdür. 6-4-cü minilliklər eneolit dövrüdür. Qeyd eləyək. Üst paleolit 6-4 eneolit. Ana xaqanlığının ata xaqanlığı ilə əvəz edilməsi. Heç biri. Misdən ilk dəfə istifadə edilməsi bu eneolitə aiddir deyə 2-yə B-ni verəcəyik. Üst paleolit dövrü kimi xarakterizə olunur. 1-ə verəcəyik. C. Müasir insan tipinin yaranması üst paleolit dövrünə aiddir deyə C ilə yanaşı D-ni də verəcəyik. Müasir dedik bunu dairəvi yaşayış evlərinin inşa edilməsi bəli, eneolitdə var. 1CD, 2BY. 95. Təxminən 100 min il bundan əvvəldən eradan əvvəl 35 min il bundan əvvələ qədərki dövrü əhatə eləyir. Bu belə deyək, orta paleolitdir. Eradan əvvəl 12-8-ci minillikləri əhatə eləyir. Bu da mezolit dövrüdür. Ona görə deyirdim ki, sizə hər bir dövrü əhatə edən müddəti bilin. Baxın, bəzən testlərdə sizə demir, orta paleolitə aid olan xüsusiyyəti seçin. Bəzən ilini verir, dövrünü verir, deyir müəyyən elə. Bəzən minilliyi verir, 12-8-ci minillik. Amma söhbət bilməlisiniz ki, mezolitdən gedir. Yəni, oxuyanda dövrü öyrənmək, yəni əhatə elədiyi dövrü və həmin dövrə aid olan səciyyəvi xüsusiyyətləri öyrənmək olduqca vacibdir. Yəni, bu testlərdən biz bunu başa düşürük. Daşdan əmək alətlərinin hazırlanmağa başlanması alt paleolitdir deyə heç birinə yazmayacağıq. Başlanması ifadəsinə həmişə fikir verin. İlk əkinçilik vərdişlərinin yaranması mezolitdir deyə 2-yə B verərik. Orta paleolit dövrü kimi xarakterizə olunur. 1-ə C-ni verərik. Mikrolit alətlərinin hazırlanması mezolitdir deyə mezolit, mikrolit dedim. 2-yə B ilə D-ni verərik. Neandertal insan tipi orta paleolit dövrüdür deyə 1-ə Y-ni də verərik. 1-ə SY, 2-yə BD. 96-cı sual. Paleolit, mezolit və neolit. Saxsı qabların hazırlanması. Saxsı qablar neolitdə hazırlanır. Xış əkinçiliyinin yaranması bu erkən tunclu deyə yazmayacağıq. Mikrolit alətlərdən istifadə edilməyə başlanır mezolitdə. İstehsal təsərrüfatına keçidin əsası qoyulur. İstehsala keçidin əsası qoyulur neolit dövründə. Üzr istəyirəm, mezolitdə. Mezolitdə istehsala keçidin əsası qoyulur. Neolitdə artıq keçid başa çatır. Bunu mezolitə yazarıq. İstehsala keçidin əsası qoyulur.
Quruçay mədəniyyəti də paleolit dövrüdür, alt paleolit dövrü. 1Y, 2CD, 3A. Aha, bu qədər. Ümidvaram ki, daş dövrünə aid olan sualların izahı sizə aydın oldu. Hansı sualın izahı aydın olmadısa, rəylərdə qeyd eləyin. Həmin suallara bir də baxaq və sizə doğru cavabı qeyd eləyək. Sağ olun, həvəsdən düşməyin. Növbəti izahlarda görüşərik.